olacaq. Arzu edirik ki, həmişə gələsiz. İşləyən müəllimləri çox yaxşı başa düşürəm. Özüm də məktəbdə işləmişəm. Həftə içi o qədər yorulursunuz ki, bazar gününü dörd gözlə gözləyirsiniz. Bax, bu cür istirahət gününüzü bizə ayırdığınız üçün bir daha təşəkkür edirəm. Əksəriyyətiniz sertifikasiya hazırlaşırsınız. Biz istədik ki, bu saat, yarım 2 saat ərzində bu sərf elədiyiniz vaxt sizin üçün səmərəli olsun. Yəni, boş-boş, lazımsız şeylərdən danışmaqdansa, sırf müsahibə və test imtahanında qarşınıza çıxa biləcək suallar haqqında danışmağa üstünlük verəcək. Bəxtiyar müəllim birinci başlayacaq müsahibə müsahibə suallarına ən çox üstünlük vermişəm. Müsahibədə düşən ötən ilin, ondan əvvəlki illərin suallarıdır. İstərsən testdən başla birinci və şatları çəkdim. Açdığı PDF. PDF lazımdır ona. PDF. PDF budur. Deməli, imtahanda düşəcək suallardan biri 100% ki, konstruktiv rəylə bağlıdır. Yəni, əvvəlki illərdə istər MİQ olsun, istər sertifikasiya olsun. İndi aramızda MİQ-ə hazırlaşanlar da var. Proqram onsuz da eynidir. Sizlərə də uğurlar arzulayıram. MİQ-də də, sertifikasiyada da düşə biləcək suallardan biri sırf formativ qiymətləndirmə konstruktiv rəylə bağlıdır. Müsahibədə də bunu çox soruşurlar. Bəli, düzdür. Düzdür, doğrudur. İndi sizlə müzakirəli şəkildə istəyirəm ki, bu izahı verim. Konstruktiv rəylə bağlı bir neçə sual da göstərəcəm, birlikdə cavablandırarıq. Amma əvvəlcə gəlin bir təkrar edək, bilirsinizsə bölüşün, bilmirsinizsə mən də bildiklərimi sizinlə bölüşəcəm. Məsələn, konstruktiv rəy var, bir də destruktiv rəy var. Destruktiv rəy doğru olmayan rəydir, konstruktiv rəy isə doğru olan rəydir. Və konstruktiv rəyin müəyyən xüsusiyyətləri var. Onun gələcəyə yönəlik olması, idraki fəaliyyətə yönəlik olması, spesifik olması və s. Məsələn, gələcəyə yönəlik rəylə bağlı kimisə aramızda fikri varmı? Birini, burada səhv eləsəz belə problem yoxdur, özümüzü. Gələcək yönəlik olmalıdır. Sən bunu bacararsan, gələcəklə bağlı feillərin sırt etmək lazımdır. Bacarmalıydın, yox, bacararsan, biraz üzərində işləsən, daha yaxşı öhdəsindən gələ bilərsən. Bəli. Yeni olmalıdır. Doğrudur. Biri var ki, ancaq səhvi deyib kənarda dayanaq. Yəni, yol göstərmir də. Yol göstərməyək. O keçmişə yönəlir. Məsələn, məsələni səhv həll etmirsən. Bu, onsuz da uşaq bildi ki, səhv həll edib. Axı, bu rəy uşağa nəsə inkişafına təkan verdi mi? Qaydaya baxsan, diqqətlə qaydaya bax, sonra yenidən həll et və gətir. Bəli, bu daha konstruktiv rəy olar. Yəni, gələcək... Qapalı düşüncəyə şagird aparacaq. Yəni, bunun əksi keçmişə yönəlik olmasıdır. Əgər müəllim burada sadəcə səhvi deyib dayansa, olacaq keçmişə yönəlik rəy. İbtidada daha çox eləyirik. Bəli. Yəni, yönləndiririk, kömək edirik. Eləsinə, daha istəyir münasibəti görəndən sonra daha aktiv olur. Bəli, indi məsələn desəm ki, imlanı səliqəsiz yazmısan, gərək diqqətli olardın. Bu necə rəy olacaq? Keçmişə yönəlik rəy. Amma məsələn, imlanı səliqəli yazmısan, sətirdən sətrə keçmə qaydalarında səhvə yol vermirsən. Bu qaydaları təkrar edib, qeyd elədiyim sözləri yenidən sətirdən sətrə keçir. Bunu deyəndə uşaq artıq dəqiq olaraq səhvini anlayır və mənim verdiyim rəy onun inkişafına təkan verirmi? Verir. Sonra müəllimlər, idraki fəaliyyətə yönəlik rəy var, bir də emosiyalara yönəlik rəy var. Bununla bağlı fikriniz varmı? Sən ağıllı uşaqsan, sən çalışqansan, belə şeylər bilmərsən. Bu hansıdır? Bu desin, Emosiyanal. Emosiyalara yönəlik. Fəaliyyətinə, yəni belə deyək, beynində Gördüyü şey, Şagirdin fəaliyyətini ön plana çəkmək lazımdır, şəxsiyyətini yox. Bəli. Amma sən dahisən, sən çox ağıllısan, müəllim uşağısan, elə sən atan-anana da dərs keçmişəm, onlar da belə idi. Deyəndə də uşaqda bir arxayınlıq yaranır. Hə, elə sizin nəsildə hamı riyaziyyatçıdır. Belə deyəndə uşaq fikirləşir ki, deməli elə bu anadan gəlmə bir istedaddır məndə, əziyyət çəkməyəcəm. Bir lazımsız arxayınlıq yaranır da insan. Bəli. Amma idraki fəaliyyətə yönəlik rəydə isə biz uşaqların fəaliyyətini vurğulamalıyıq. Məsələn, bölmə üzrə mövzuları yaxşı təkrar etdiyiniz üçün summativdə uğurlu nəticə əldə elədiniz. Mən burada demədim ki, sən dahisən deyə summativdən yaxşı nəticə əldə elədin. Yəni, onun əziyyətini, əməyini vurğuladım. Və yaxud da dinləmə mətnini diqqətlə dinlədiyin üçün
bu mətnə aid sualları düzgün cavablandırmısan. Yəni mən demədim sən dahi olduğun üçün bunu belə cavablandırmısan. Yəni sadəcə onun diqqətlə dinləməsini təriflədim. Bu da düzgün idi. Spesifik, ümumi. Spesifik aydın olmalı. Yəni konkret olarak kullanmaya götür. Problemi nədir? Sən bunda səhv eləmişsən, elə ki, problem bundadır. Düzdür. Bunlar əldə ümumi olur. Bir də spesifik Smart texnologiyası xatırlayırsınız. Smartın sırsı nə idi? Üniversitede onun dəqiq olması lazım. Hansını səhv eləyirdi? Yəni bu misalı səhv eləmişsin. Doğrudur. Yəni bəzən də biz müəllimlər zaman azdır deyə olub da hamımızda bəlkə belə bir səhv eləmişsiniz ki, mənimsəyib, mənimsəməyib və yaxud da dərsə hazır deyil, hazırdır və yaxud da təkcə afərin sözünü yazmaq. Yəni burada artıq məsələn özünüzü qoyun valideynin yerinə. Yazmısınız ki, mənimsəməyib. Və yaxud da uşağın yerinə qoyun, mənimsəməyib. Uşaq nə bilsin ki, və yaxud da valideyn hardan bilsin ki, uşağın hansı bacarıqların üzərində çalışmaq lazımdır. Məsələn, yazsaz ki, tələsik oxuduğu üçün bəzi sözləri səhv tələffüz edir. Məsələn, sürətli oxuyur, lakin tələffüz zamanı səhvlərə yol verir. Belə yazanda müsbət məqamı da düz deyə yerləşmir, amma ki, onu iki sıra yazmaq, yerləşmək düzdür, çətin yerləşmir. Və yaxud da Arası yazılır ama sözü bir iki sözünü yazsın, bir şarkı koydukça aklını başa düşsün. əslində uzun yazmaq lazımdır. Ötən dəqiqələrində deyəcəyik, bax bunun özü də valideynlərlə bir problemdir ki, bax indiki təhsildə qiymətləndirməni valideyn başa düşmür. Əvvəl rəqəm idi, 2-dən, 3-dən, 5-dən yazırdın, başa düşürdülər. İndi müəllim yazır, məsələn bir situasiya olmuşdu ki, müəllim yazmışdı birinci dərəcə, birinci səviyyədə. Bir də o birisinə yazıb 4-cü səviyyədə. Sizdə burada da tərsinədir. Valideyn gəlmiş ki, mənim uşağım əlaçıdır, sən niyə ona 4-cü səviyyə yazırsan? Müəllim indi gəl onu başa sal ki, müasir təhsilin qiymətləndirməsi belədir. O ilk iclaslarda yəni izah olunsa yaxşı olar da. Bir də mən tərbiyə və məsələn valideyndən müəllim düz gəlmir. Yəni mən hal-hazırda çox yaşayıram. Sən valideyn gəlir ki, səndən bir uşağı tərbiyə verirsiniz. Bax, indi o mövzulara indi toxunacağıq. İnternetdən paylaşıram ki, yenə də paylaşıram ki, tərbiyəni mən vermirəm, siz verirsiniz. Mən onu irəliləyirəm. Bir ki, siz tərbiyəni verməlisiniz. Yox, tərbiyə ailədə olur. Bura təhsil müəssisəsidir. Təhsil veririk. Təbii ki, tərbiyəyə də biz öz dəstəyimizi veririk. Veririk. Bu deyir ki, sırf siz verməlisiniz. Biz yox, siz verirsiniz. Biləm ki, yox, bir yerdə işləməliyik, onu başa düşürlər. İndi toxunacağıq o ən aktual mövzulardan biridir, müəllimlərlə yaralayır. Başıma gəlir ona. Və yaxud da yazırsınız ki, layihə istənilən səviyyədə deyildi. İstənilən səviyyədə deyildi yazanda uşaq dəqiq bildi mi harda səhv oldu? Dəqiq bilmədi. Amma desəz ki, tutalım ki, layihə ilə bağlı təqdimat edərkən fikirlər, məlumatlar ətraflı deyildi və yaxud da qısa lakanik məlumat verilmişdi. Yəni, uşaq dəqiq bilir ki, onun problemi hansı hissədədir. Bir də həssaslıqla verilmiş rəy, həssaslıqla verilməmiş rəy var. Buyurun. Birinci mərhələ qeyd etməliyik, qeyd etməliyik. Daha sonra yəni kobud format mülayim olmalıdır. da izah etməliyik və istiqamət etməliyik. Başqa fikir olan varmı həssaslıqla? Sən onu bacarmadın, bacarmayacaqsan, bunu deyəndə uşaq biraz özünə qapanır. Qapanır, düzdür. Qapalı düşüncəsi olur da, amma o hesabda verilməmiş də olur. Bəli. Sən biraz çalışsan bacarardın, axsan bacarmalıydın. Yəni bacardığınızdan Olar. Başqalarına Müqayisə. Müqayisə etmək qətisən. O nə deməkdir? Yəni, məsələn, uşaq danışmır da, səhv edirdi və yaxud da dərsini öyrənməyib danışmır. Səncə əlini tuturam, başlayıb danışmaq, əlini boş bilib dayanır. O ibtidaidə olar, amma yuxarı siniflərdə təmas olmaz. İbtidaidə olar. İbtidaidə o istiliyi müəllimə alır. Bəli, hətta çiyninə toxunmaq olar, amma ürəkləndirmək üçün. Yuxarı siniflərdə amma təmas olmamalıdır. Müəllimə yaxşı vurğuladı arxa sıradan ki, müqayisə eləmək də olmaz. Məsələn, ən səliqəli yazan, sinifdə ən səliqəli yazan uşaq Qəzənfərdir deyəndə,
Bu qəzənfəri bir qaşıq suda boğmaq istəyirlər. Digərlərində qıcıq yaranır. O qədər rəqabət hissi var uşaqlar arasında. Onu da bir növ biz yaradıq. O əsassız rəqabətdir, bəli. Bugünkü gün təəssüf ki, Bunu da əsasən valideynlər yanadır. yox, rəqabət elə İndi valideyn ola bilər, amma hazırlığa sinifdə gedir, mən də biz gedəcəm. müqayisə eləsək, sən ondan yaxşı bilirsən, sən daha sürətlisən, sən həmişə düz yazırsan. Pişman oluram. Mən də Bəli. aferin deməyimdə pişman oluram. Yəni, hamısı deyil. Ona deyirəm, hamınıza deyirəm. Sadəcə o indi danışırdı, o izah edirdi və yaxud da onun təqdimatını bəyəndim. Ona görə ona aferin dedim. Ya başqa daha belə. Və yaxud da deyə bilərsiniz ki, sən də çalışsan, sənə də o sözü deyəcəm. Çünki çalışmaya, əziyyətə köklənsəz, başa düşəcəklər ki, afərin onun şəxsən özünə deyil, onun fəaliyyətinə. Vaxtında verilməlidir, məqsədə uyğun olmalıdır. Bu hissələr asandır. Mən istəyirəm ki, iki dənə bu tipdə suala baxaq. Birinci özünüz fikirləşin. Elə bilin ki, imtahandasınız və imtahanda bir sual mütləq ki, buradan düşəcək. Vaxtında verilməlidir, o fəaliyyətin stimullaşdırılması prinsipində olduğu kimi uşaqlar işləyən zaman onsuz da müəllim yazıq əyləşmir ki. Elə partaların arasına baxırsınız, gəzirsiniz, vaxtında rəy verirsiniz. Məsələn, 10 sualın birincisində uşaq səhv eləsə, yəni siz ona vaxtında rəy verməsəz, qalan 9-unda da o səhv eləyəcək. Amma vaxtında müdaxilə eləsəz, vaxtında səhvini başa düşsə, növbəti tapşırıqlarda da daha diqqətli olacaq. İndi suallara buradan daxil olduq. Bir dəqiqə. Üçüncü. Mən bunu biraz da yaxınlaşdırım. Tələsmədən, diqqətlə oxuyun. Hansı effektiv rəydir? Biri yaxşı rəydir. Afərin, sən verilmişsən. Tələsmədən rahat. Biraz da yaxınlaşdıra bilərəm. Çox dili oxuna bilsin. Hələ heç kim danışmasın. Kim izah eləmək istəyir, əl qaldırırsan, söz verə izah eləsin. Görə bilmirsiniz. İstəyirsiniz, gəlin qarşı tərəfə əyləşin. İşıq düşür. Qeyd edeyim ki, bu ötən il imtahan sualı. Biri effektiv rəydir də. Yəni biri yaxşıdır, qalanların nəsə orada nəsə bir əmma var. Bir müəllim olaraq siz hansını seçərdiniz? Başqa fikir söyləyən var. Hamı bir ağızdan. Və gəlin digər suallardakı səhvləri də tapaq. Afərin. Sən verilmiş anlayışları fərqləndirmək üçün xüsusi yollardan və müxtəlif predmetlərdən istifadə etmirsən. Yəni uşağın əməyini vurğulayır. Tədqiqatçılıq bacarıqlarının inkişafı üçün savadlılıq kompetensiyasını təkmilləşdirir. Həmçinin problem həll etmə, qərar vermə, təhlil etmə kimi bacarıqların inkişafına da diqqət elə. Bu da 21-ci əsr bacarıqlarına aid olan Həm də nəyə diqqət yetirmək lazımdır, onu da vurğulamışıq. Yəni bu düzgündür. Bəs digərlərindəki səhv nədir? Sonuncu dərsdə yoldaşlarına kömək etməyin, Rəqabət asan şəkildə. onlara predmeti asan şəkildə izah etməyin, bütün sinifin diqqət mərkəzində olmağına səbəb olur. Yəni sən sinifin diqqət mərkəzindəsən. Sinifin lideri sənsən də, belə başa düşün. Deməli ki, bəli, orada da qan düşəcək ki, niyə ona lider dediniz, niyə o sinifin diqqət mərkəzində yalnız odur. Ona görə burada bu rəy necə rəydir, bayaq sadaladı. Başqa? Əsas da, yəni orada sən ən vacibsən deyəndə müqayisə apardıq axı, deməli sən hamıdan vacibsən. Bu həssaslıqla verilməmiş rəy hesab olunur. C variantında nə deyir? Tədbirlərdə hər zaman aparıcı seçilirsən. Bunun səbəbi sənin nitqinin yaxşı olmasıdır. Kommunikasiya bacarıqlarını inkişaf etdirməyin səni digərlərindən ciddi şəkildə fərqləndirir. Yenə də burada başqaları ilə müqayisə oldu. Yönəlik tərifdir bu. Həm də ki, yəni deyirsən ki, sən hamıdan ciddi şəkildə fərqlənirsən. Bu həm o uşağın özündə arxayınlıq yaradır, həm də digərləri düşünür ki, onda biz zəifik, biz bəs burada nə işə yarayırıq? Deməli, biz bu sinifin parçası deyilik də. Özlərini önəmsiz hiss eləyəcəklər. Sürət məsələlərində çoxlu səhvlərin olur. Ola bilər ki, riyazi bacarıqların zəifdir. Sən humanitar fənlərə daha çox diqqət yetir. Əsaslıqla verilməlidir. Aha.
Bax, diqqət edin, sən humanitar fənlərə daha çox yönəl. Qapalı düşüncə. Bazarda bilmirsən, riyaziyyat uzaqlaşdıracaq. Ay sağ olun. Humanitar fənləri istəyirəm. Aha. Riyaziyyata qarşı necə yaranır? Mən riyaziyyat olsa bilmirəm. Həm də qapalı düşüncə tərzinə keçdi də uşaq. Riyaziyyat sənlikdir. Hə, yəni ki, humanitar fənləri oxu, riyaziyyat sənlik deyil. Riyaziyyatda, yəni sən heç nə eləmədə boş bekar otur burada. Yəni uşaq da fikirləşəcək ki, düz deyir də, mən bacarıqsızam, mən bir şey yaramıram, gedim humanitar fənləri öyrənim. Halbuki sürət məsələlərinin həlli üçün nəsə istiqamət verməlidir də, təkan verməlidir. Esse yazarkən cümlə quruluşuna diqqət et, yazdığın cümlələrdə ardıcıllıq və sistemlik olmur. Bu səbəbdən hər zaman zəif qiymət alırsan. Həmişə zəif qiymət alırsan. İkimizin biri də gəldi. Ardıcıllıq və sistemlik olmur. Həmişə də zəif qiymət alırsan. Çünkü bir istiqamət verir. Evet, artık sistemlik olur ama ne için de olsun? Onu yapmamızda yani. yaradacaq orada. Həm həvəsləndirici, həm istiqamət verici heç bir şey yoxdur. Ancaq elə yıxdı, sürüdü, həvəsdən saldı. Ona görə ən uygunu, burada bu variant. Bir dənə də testim var bununla bağlı. Bəxtiyar müəllim icazə verirsiniz yoxsa? Buyur. Yox, bu deyil. 5 idi. Dedim bu test hazır. Nəysə, siz bir suala siz toxunun, mən sualımı tapım. Bax, bugünkü gün bayaq müəllimlər də toxundu. Ən aktual problemlərdən biri. Yazmışam. Şagirdin etibarını necə qazanarsınız? Siz necə qazanarsınız şagirdin etibarını? Hər salamatçılığı mən telefonumu istəyirəm. Bax, bu gün etibarınızı mənim haradasa telefonumu verə qazanmışsınız, bilərsən? gəlmişsiniz, əziyyət çəkmişsiniz, sağ olun. Bax, etibar necə qazanılır? Nədir? Birinci, səmimi münasibət. Güvən hər zaman qarşılıqlı hörmət əsasında olur. Bu, istər şagirdlərlə olsun, istər yoldaşlarımızla olsun. Mən ipucu verdim, indi kim davamını gətirə bilər? Buyur. Mən düzeydə hazır işlərim, amma işlədiyim vaxtlarda sinifdə işlər var idi. O çəkmələri öyrənmək istəmirdim. Ancaq mən ondan necə güvən yarattım. Öyrənən uşaqlarla bir yerdə, öyrənən uşaqlar dedim ki, gəl sən təbəl uşağı öyrənir, sən həmin anda başa sal, öz öyrəndiyin kimi bu uşağı da öyrən. Və uşaqda özünə qarşı inam yarandı ki, deməli, digərindən mən fərqlənə bilmərəm. Bax, açıq münasibət müəllimin tətbiq elədiyi üsuldur. Şagirdlərlə, bəli, çox düzgün qeyd elədiniz. Açıq münasibət qurmaq lazımdır və qarşılıqlı hörmət. Şagirdə o isti, səmimi münasibəti ötürməsəniz, heç vaxtı sizə qarşı belə deyək də, o etibarı olmayacaqdır. Hər zaman sizdən qorxacaq, çəkinəcək, hətta bildiyi sualı belə cavablandırmayacaq. Ona görə şərait yaratmaq lazımdır ki, birinci, səmimi münasibət olmalıdır. Başqa, üzr elə bildim, bitirdiniz. Başqa fikri olan var, etibarı. Siz özünüz öz şagirdlərinizin etibarını necə qazanırsınız? Şərt deyil buradakı cavab. Buna özünüzün də bir müəllim kimi yaradıcı təfəkkürünüzlə. Bəli, əhsən. Düzdür. Mən sizə öyrənmirsəm, ona demirəm, arzulamıram, niyə öyrənməmsən, öyrənməli. Soruşuram, niyə eləməmsən, səbəb nədir? Soruşuram, görüm evdə münasibət ya ata ilə, ana ilə, hamısını maraqlanırsın, uşağı görür, sonra başlayıb danışmağa. Əhsən, bu müsahibə sualıdır. Ötən il MİQə düşən sualdır, müsiflər tərəfindən verilən bir sual olubdur ki, qarşılıqlı hörməti, təsadüf görürsünüz müəllimə. Bu suallar bugünkü ümumiyyətlə seminarımızın müzakirəsi sırf imtahan yönümlüdür, imtahana düşmür. Sizə yəni bu suallar verilə bilər. Yəni adətən də sualların belə deyək də bir-iki cümləsini dəyişib hər il o yönümdə suallar olur. Deməli, sual olsa ki, etibarı necə qazanırıq? Birinci, qarşılıqlı hörmət, açıq müzakirələr, səmimi münasibət əsasında yaranır. Bu həm şagirdlərlə də bizə lazımdır, həm valideynlərlə də və kollektivlə də. Başqa da ola bilər ki, sizə nəsə sirrini deyir, olub da o qədər olur ki. Və siz onu gedib valideyninə o dəqiqə çatdırmırsınız. Onda sizə qarşı bir güvən yaranır. Deyəndə yaxşıdır. Desə siz böyüksünüz də, siz ona kömək eləyəcəksiniz, bir istiqamət verəcəksiniz. İndi bəlkə elə bir şeydir ki, valideyn bilməlidir. Onu da elə bir şəkildə həll eləməlisiniz ki, uşaq da sizə güvənsizliyi göstərməsin ki, mən yenə deyəcəm, müəllim gedib valideynimə deyəcəm. Hər xırda problemdə valideynə zəng eləmək, məktəb psixoloqudur, direktordur, qaçmaq olmaz. Yəni biz müəllim olmaqla yanaşı həm biz valideynik, həm özümüz bir psixoloq olmalıyıq. Rəşad, mən o birisi sual axtarım, dördüncü. Sonuncu dəfə, hansı keçən həftə idi,
Şagirdimin də psixoloji problemi var idi. Daha böyük psixoloji problemi idi və məktəbimizdə də psixoloq yox idi. Düşündüm ki, dərsdən sonra saxlayayım və bununla söhbət edeyim. Biraz ona o qədər mən düşünürdüm ki, uşaqlarla səmimi, o bayaq dediyimiz kimi səmimi arada o problemi mən özüm də düşünürdüm ki, hələ də yaratmamışam. Ancaq o sonuncu uşaqla, şagirdlə danışandan sonra gördüm ki, yox, həqiqətən, yəni bu illər ərzində mən yarada bilmişəm şagirdlərimdə və açıq danışdılar ki, mənə hər ikisi də belə bir problem var, ancaq valideyninizə deməyin. Siz vurguladığınız kimi valideyninizə deməyin. Və mən də bunu müəyyən vaxtdan sonra valideynimlə də siz deyən kimi elə bir şəkildə yaratdım ki, onu valideyni də, yəni mənim haqqımda gedib övladıma bir söz demədi, yəni o şəraiti yarada bildim. Konfidensiallığı da qorumaq şərtidir. Bəli, bəli. Yəni çox böyük problem deyilsə deməyə bilərik, amma bəzən olur ki, çox böyük problemdir. Bəli, böyük problem idi. Onu mən məcbur oldum. Psixoloqla da dedim, danışmalı oldum, valideynlə də danışmalı oldum, hətta məktəb rəhbəri ilə də danışmalı oldum. Əgər kiçik olsaydı danışmayacaqdım. Gözəl təşəbbüsdür. Buyur. Növbəti sual biraz, bu tipdə sual mütləq ki, qarşımıza çıxacaq. Ümumiyyətlə, bu tip sualların həll olunma yolunu bilirikmi? Uyğunluğu istəyəndə yaxınlaşdıracaq. Bu tərəfdən doğrunu seçirik, bu tərəfdən yanlış. Ən asanında plus minus yazın. Mən həmişə müdavimlərə deyirəm ki, imtahanda sizdə imtahan kompüterlə olacaq. Vərəqdə mütləq yazın. Bax, mən özüm belə arada 4-ə çatanda bir yadımdan çıxır ki, plus idi, minus idi. Vərəq mütləq olsun. Həyəcan da olur sizdə. Axıra kimi plus minusu qoyub, sonra qayıdın bir də suala baxın ki, uyğunsuzluğu istəyir, yoxsa uyğunluğu istəyir. Uyğunluğu istəyəndə doğrunun aşağısından doğru, yanlışın aşağısından yanlışı seçirik. İndi bu balacadır deyə mən böyüdüm, ancaq bir neçə baxaq, sonra 2 ilə 4-ə baxarıq. Baxın özünüz üçün. Rəylə bağlıdır buna. Səbirli olaq. Hər ikisini oxuduzsa 2 ilə 4-ü göstərim. Çıxmaq istəyirsiniz? Hə, cavab qabağa keçmək, buyurun gəlin. Bu imtahan sualı idi, o tanır. Bu tipdə düşüb, amma sırf düşən suallar da var, onları göstərəcəm. Fikirləşdirsə çevirim. Buyurun, bunlara da baxın. Sonradan sifarişlər deyirsiniz, sualı biraz böldüm, biz də şöyle. Onda onu biraz qarşıya gətirək. Sən onu yaxına qoy, Rəşad, orta istiqamətdən qoy. Bax, mən həmişə dərsimdə deyirəm ki, qeyd üçün iclasa, seminara gedəndə qeyd dəftərindən gedir. Beğendim. Baxsınlar da nə bilim. Cavabı deyə bilərəm. Fikirləşdiniz? İzaha keçək. 1-3 deyirsiniz. 1-3-4 düşünürsünüz. 1-3. Yaxşı, qeydlərinizi saxlayın, indi müəllimə izah eləsin. Buna da baxaq, sonra sizə daha çox söz verəcəm. Hüseyin Cavid yaradıcılığını xüsusi maraq və həvəslə araşdırmısan. Belə ki, meyarlara əsas argumentlərlə diqqət edib, fəlsəfi görüşü düzgün aydınlaşdırmısan. Bu prosesdə istinad etdiyin elmi ədəbiyyatlar ədib haqqında fikirlərlə uyğunluq təşkil edir. Hadisələrə təfəkkür yönümlü yanaşmağın təqdirə layiqdir. Bu necə rəydir? Konstruktivdir. Yəni, bir də ki, bəzən elə bilirlər ki, mütləq nəsə bir mənfi bir şey, negativ olmalıdır. Bu uşağın əgər bütün fəaliyyətləri yaxşıdırsa, negativ yoxdursa, mən məcbur deyiləm ki, nəsə negativ tapım yoxdur da, onda sağ olun. Yazıq ana. İdraki fəaliyyətə yönəlik olduğu üçün bunu biz düz götürürük. 3-ə də
baxaq. Motivasiya zamanı filmi diqqətlə izləmək düzgün nəticə üçün filmdəki arqumentləri təhlil etmək vacibdir. Lakin sən işin başlanğıc və sonunadək prosesi səhv irələtmisən. Düşünürəm ki, sənin fəal dinləmə qabiliyyətin ümumiyyətlə yoxdur. Burada uşağı söndürdü. Qapağı düşüncə tərzinə saldı. Ancaq elə negativi də elə demək lazımdır ki, uşaq inciməsin. Səndə dinləmə ümumiyyətlə yoxdur. Yəni karsan da belə çıxır ki. Ümumiyyətlə bəzən deyirlər destruktiv rəy olmaz. Əslində peşəkar müəllim o destruktiv rəyi də elə formada bildirməlidir ki, o inkişafa gətirsin. Yəni tam olmaz demək də biraz düzgün deyil. Deməli 3 səhv oldu. Sənin təklif etdiyin yollar işin məqsədi və problemin həlli ilə uzlaşmır. Ola bilsin ki, anlayışın izahatı zamanı diqqətin başqa yerdə idi. Bu tamamen negativdir və tutaq ki, diqqəti başqa yerdə, insan da indi diqqəti başqa yerdə olub. İndi bu uşağın bu problemini həll etmək üçün nə edə bilər, nə edə bilər ki, səhvini düzəldə bilsin? Yəni, bununla bağlı bir istiqamət verildimi? Verilmədi. Negativi deyildi, durdu qıraqda. Onu aradan qaldırmaq üçün heç bir istiqamət verilmədi. Ona görə bu səhvdir. Bu doğrudur deyirsiniz. Sənin davranış qaydalarına əməl etməyin, sinif daxili prosedurları icra etməyin diqqətdən yayınmır. Arzu olunan davranışları artırmaq üçün dostlarınla əməkdaşlıq çərçivəsində empatiya duyğularını, kommunikasiya, yəni ünsiyyət vərdişlərini, fəal dinləmə bacarıqlarını inkişaf etdir. Yəni görürsünüz, burada müsbət məqamı vurğulayır ki, yəni bu yaxşı işin diqqətdən yayınmır. Qaydalara əməl edirsən. Nəyi də inkişaf etdirməlisən, onu da deyir. Yəni diqqət elə də empatiya, başqasını anla, empatiya, yəni özünü onun yerinə qoymağı bacar. Biraz ünsiyyəti artır, kommunikasiya, ünsiyyət qur, diqqətlə qarşıdakıları dinlə. Yəni burada biz negativ demədik ki, sənin ümumiyyətlə dinləmə bacarığın zəifdir. Deyir, bunu inkişaf elətdir. Bu da düzdür. Deməli, doğrunun aşağısından doğrunu seçirik. 1, yanlışın da aşağısından yanlışı seçirik. 3. Bir xeyli mən sakit durum. Bəxtiyar müəllim də danışsın. Gəldik. Bax, bugünkü gün ən ciddi problemlərdən biri. Müsahibədə də ən çox bu yönümdə suallar. Valideynləri məktəbə daimi əməkdaşlıqdan uzaqlaşdıran səbəblər. Gəlin, belə deyək də, səs qarışmasın. Bir-bir sizin fikirlərinizi dinləyək, sonra izahını verək. Siz müəllimə. Uşaqlıq müəlliməsini etmək, uşaqların hissləri, başqa valideynlərin hissində, valideynin başqa valideynlərin hissində vəziyyətdə sağlanılır. Bir də məsələn, uşaqlıq əgər yaxşısını da bilsə, elə valideyn var ki, yenə uşaqlıq məsələn valideyn var, yaxşısını deyəcək, yenə o gəlir ki, bir-birdən başqa bir söz eşlər. Bir də müəllimlə uzlaşmalı var valideynlər. Məsələn, ilk klasında başıma gələn hadisə, uşaqla başa Bax, birinci sualda nə idi? Etibarı necə qazanmaq olar? Bax, görürsünüz, bu burada da öz əksini tapır. Valideyn uzlaşmır. Məsələn, yaş fərqi yoxdur. Mən bir səndən böyüyəm, sən bir mənim qardaşım mənim. Bax, birinci sualda nə idi? Necə qazanmaq olar? Kodunu alıram, öz gözünə kod verir. Başı çatmır. Məsələn, yaş fərqi yoxdur. Mən bir səndən böyüyəm. Məsələn, bu sualdan müsabiqə qarşılaşmışsınız. Sonra problem nə ola bilər ki, valideynin Kablo ilə telefon bir iki dəfə düşdərindən yeri ona görə bilmiyorum. Tamam. Bax, nədir? Bax, müsahibənin cavabı müəllimlər. Ünsiyyət çatışmazlığı. Biz birinci növbədə müəllim olaraq çox təəssüflər olsun ki, ünsiyyət bacarıqlarımız, demirəm, akademik bacarıqlar yüksəkdir, amma ünsiyyət bacarığımız, özümüzü ifadə etmə bacarığımız, gəlin etiraf eləyən ki, o qədər inkişaf etməkdir. Ya utanırıq, ya çəkinirik, ya nitqimizdə ola bilsin, müəyyən problemlər var, ünsiyyət qura bilmirik. Bax, birinci başlıca səbəb nədir? Ünsiyyət çatışmazlıqdır. Və valideynlərin təhsil məsələnin marağının az olması. Əşməyə lazımdır iclas. Gedim işimin gücümün dalınca, müəllimdir də. Biz məktəb mühitini elə bir aşılamalıyıq ki, maraq oyanmalıdır. Təhsil mühitinə valideynlərdə maraq oyatmalıyıq. Bu da bizim deyərdim ki, bax bu valideyn-məktəb münasibətləri təhsilimizin ən ciddi problemidir.
Biz şagirdlərdə akademik nailiyyətləri deyirik ki, artıraq. Bu tək müəllimin işi deyil. Bu, eyni zamanda valideynlərlə də ünsiyyət qurmalıyıq. Valideynləri də bu prosesə cəlb eləməliyik ki, bax, bu da bizim müdavimlərimizə düşən müsahibə suallarından biridir ki, doğru cavab müsahibədə düşsə, imtihana düşsə, ünsiyyət çatışmazlığıdır. Valideyn münasibətlərini düzgün qurmaq lazımdır ki, indi bunu növbəti suallarda ətraflı izah verəcəyik ki, pozitiv valideyn iclasları var. Valideyn iclası deyəndə hamı ancaq negativə köklənir ki, valideyni yığım uşağın nöqsanlarını deyil. Pozitiv valideyn iclasının bəzən təəssüf ki, biz soruqda sual verirəm mən, nə olduğunu bilmirlər. Nələr müzakirə olunur, onu bilmirik. Ancaq negativlərə köklənir. Deməli, bax, münasibətlərdə nədir? Bax, doğru cavabı özünüzdə qeyd edin, bax, bunu Öyle müsahibə suallarından birim orada yazmışdınız. Belə bir sual verirlər ki, özünüzdən razısınız. Hə, var, o da var. Burada müsahibədə var. Vermişlər, nə dedirsiniz? Yazında deyil, birdə keçən. Gəl fərdi yanaşaq. Kimdən soracaq? Müəllimə, siz. O müsahibə sualıdır. Özünüzdən razısınız? Bəli. Mənə verib o sualı. Mənə veriblər, xanım yardım veriblər. Özünüzdən razısınız. Bax, müsahibəyə düşən sualdır. Bəli. Özünüzdən razısınız. Biraz ətraflı danışın. Məsələn, nədən razısınız? Sinifdə şagirdləri idarə edə bilirəm, dərsimi normal keçə bilirəm. Sinifdə dərsimdə uşaqların fəaliyyətləri yüksək olanların sayı, az olanların çoxdur. Müəllim kimi valideynlə də bir cavab bilməsində. Ümumiyyətlə, real həyatda bəs necə? Aha. Siz müəllimə, özünüzdən razısınız. Çox sağ olun fikriniz üçün. Siz, hə? Siz bu müəllim. Bax, özünüzdən razısınız. Biraz ətraflı Hansı danışın, əməl? oradan Niyə nitqə özünüzdən diqqət yetirirlər. Bir cavab deyib sussaz kəsərlər yəni. Bəlkə orada da danışa bilmirsən də, tam ifadə edə bilmirsən. Bax, o həyəcanı yatırtmaq üçün də gərək seminarlarda, müzakirələrdə daimi iştirak edirsiniz. Göz təmasından da Məsələn, deyirsiniz ki, özünüzə razıyıq. Məsələn, əgər desə ki, bir insan kimi şəxsiyyət kimi yaxşı, əgər razıyam isə, yəni ki, bunu ego kimi qəbul edir. Asıl, mən buna toxunmaq istəyirdim. Sualın qoyuluşuna diqqət edin. Özündən razı, siz niyə onun ego tərəfini fikirlərsiniz? Özümü inkişaf elətdirəm. Baxın, o sizi tanımır. Birinci dəfədir qarşılaşırsınız, siz orada... İxtisası kimi deyəndə, yəni mən sırf müəllim tərəfindən yanaşmadım, ümumiyyətlə dövlət qurumları kimi yanaşdım. Burada əgər desək ki, xeyr, razı deyiləm, onda insanda tamam başqa bir fikir yönəlir ki, yəqin bu keçəcək, yəni məsələn, müəllim kimi götürsək, necə müəllimdir ki, bu hələ özündən razı deyil, bu nə? Yəni öz güvənsiz. Bax, özündən razı olmayan, bax, siz bəzən təəssüf ki, bəzi təlimçilər yönəldirdi ki, mən ötən il bunun şahidi oldum ki, yox, özündən razıyam deməyin. Bu ego kimi qiymətləndirilmir. Yəni, sizi tanımır o. Niyə sizə o sualı versin? Mən özümdən razı deyiləmsə, siz məndən niyə razı olasınız? Yəni, mən özümdən bugün razı deyiləm, sizin qarşınıza çıxmışam. Siz mənə necə etibar edib gəlirsiniz? Bəli, bax, sualın ən doğru cavabı ekranda görsün, bir də icazə verir, bu baxın. Hər zaman özümü inkişaf etdirirəm, yeniliklərə açığam, amma özümü də çox yaxşı müsbət qiymətləndirirəm. Yəni, qısacası bunu özümdən razılıq ego kimi heç vaxtda düşünməyin. Siz özünüzdən razı deyilsinizsə, biz sizdən razı olub niyə müsahibədən keçirək? Bax, ən gözəl, bunu ən çox incə məqamı nədir? Ego kimi qiymətləndirməyin. Mən razıyam demək olur. Bəli, mən özümdən razıyam, özümü qiymətləndirirəm. Mən özümdən razıyam deyib susmaq olmaz. Niyə özümdən razıyam? Bax, niyə də özümdən razı olmayasan? Sizin yerinizdə olmaq istəyən Respublikada neçə adam var? Bax, sizin kimi savadlı, peşəkar bir müəllim, gözəl bir sənətdə işləmək üçün. Niyə də özümdən razı olmayın? Yəni, say etibarilə götürsək, 10 milyon Azərbaycan içərisindən say etibarilə müəyyən bir peşəni seçmişsiniz və bu səviyyəyə gəlmişsiniz. Ali təhsiliniz var, gözəl peşə seçmişsiniz. Görün, neçə gənclərə siz təhsil verib inkişaf etdirəcəksiniz.
niyə də özündən razı olmuyor? Hə, mən özümdən razı bilirəm, bunu ego kimi heç vaxt dəyərləndirməyin ki, çünki orada verəcəyiniz cavab sizi çaşdırar. Yəni fəaliyyətinizin belə deyək də o Müsbət məqamlarını deyirlər ki, daim araşdırıram, tədqiqat aparıram, öz ixtisasımı daha dərindən öyrənməyə çalışıram, valideynlərlə, şagirdlərlə düzgün münasibət, ünsiyyət qurmağa çalışıram. Əlbəttə ki, bir insan kimi mənim də bəzən özümdən razı olmadığım məqamlar olur. Səhv eləyib, sonra düşünürəm ki, mən bunu səhv elədim. Amma özümlə refleksiya aparıram, o səhvlərim barədə düşünürəm və bir daha o səhvləri etməməyə çalışıram. Yəni, tam belə məndən yoxdur demək də düzgün deyil. İndi hər bir insanın səhvi olur, mənim də ola bilir. Amma olanda mən çalışıram o səhvi ikinci dəfə təkrar etməyeyim. Yəni, bu cür cavabı əzbərləmək yox, sadəcə bu yönümdə yanaşsaz daha yaxşı olar. Hər kəsin məncə özünün unikal cavabı olmalı. Bax, növbəti bu istiqamətdə bir sual verdi. Özünüzü qiymətləndirin. Bax, maşallah bütün suallar. Bu sualları imtahandan çıxan müəllimlər sağ olsun bizlə bölüşür, biz bunun ətrafında müzakirələr aparırıq. Bax, kim özünü 10 ballıq şkala ilə qiymətləndirir? Kim özünüzü qiymətləndirir? Onda 10 desə sizə orada bir dənə ağır sual verəcəklər. Baxın, 10 bal desəniz, ego buradadır, bax. 10 ballıq qiymətləndirirəmsə, bu egoda artıq. Amma gəl görək bunun doğru cavabı nə olacaq? 9-10 bal. Amma heç vaxt özümüzü 9-dan aşağı, 8-dən aşağı qiymətləndirməyin. Yəni, siz hələ özünüz o qiyməti vermirsinizsə. Mən sizə niyə o qiyməti verim və cəmatın balasını sizə etibar edeyim? Bəli, bax, doğru cavab budur ki, mən özümü 9-10 ballıq qiymətləndirirəm. Amma bu məndə heç bir arxainlik yaratmır. Çünki müəllim biz nə dedik? İnnovativ olmalıdır, daim öz üzərində işləməlidir. Yəni, bu özümü qiymətləndirmək mənim belə deyək də inkişafıma mane olmur. Əksinə, mən hər zaman özümü inkişaf etdirirəm. Bu PDF qrupu atacam müəllimlər. Atacam oradan, bəli, ataram oradan götürərsiniz. Buyur müəllimə. Deməli, ikinci imtahana düşə biləcək, yəni 100% düşəcək. Suallardan biri də inteqrasiya mövzusu ilə bağlıdır. Rəşad, bunu neyiniyim mən? MİQ sertifikasiya düşmüş suallarda deyəcəm sizə. Həm də ki, mövzunu müzakirə eləyək. İnteqrasiya, hə. Yəni, demirəm ki, bu sual gedəcəksiniz, sizə düşəcək. O tipdə sualların öhdəsindən gəlməlisiniz də. Düşür, bəzən də çox çaşdırıcı düşür. Mübahisə doğuran suallar var, bir ikisini də deyəcəm sizə. Bax, mənfi tərəfi nədir ki, mən öz pəncərəmdən baxıb cavablandırıram. Siz öz pəncərənizdən. Mübahisə yaradan məqamı budur. Ümumiyyətlə, inteqrasiyanın 3 növü var. Fən daxili, fənlərarası, fənn üstü. Fən daxili inteqrasiyanın 2 növü var. Müəllimlər, məsələn, sualda müəllimlərin ən çox elədiyi səhv nədir? Riyaziyyat müəllimi sinifdə məsələ verdi, deyən kimi, riyaziyyatın adını görən kimi hamı qaçır, fən daxili götürür, amma bu belə olmamalıdır. Fən daxili inteqrasiya onda ola bilər ki, orada ya şaquli inteqrasiya olsun, ya da üfüqi. Şaquli inteqrasiya siniflər arası inteqrasiyadır. Məsələn, tutaq ki, müəllim sinifə gəlir, deyir ki, uşaqlar, bugün sizinlə biz 2 rəqəmli ədədlərin 1 rəqəmli ədədlərə vurulmasını keçəcəyik. Keçən ildə siz artıq vurma əməli ilə tanış olmuşdunuz. Gəlin bir yadımıza salaq 10 dairəsində vurmanı. Çünki 10 dairəsində vurmanı bilməyən 25-i 8-ə, 58-i 9-a da vura bilməyəcək. Keçən il öyrənilənlərlə və yaxud da 5-ci sinifdə fonetika bölməsini tədris edəndə müəllim sual verir ki, əvvəlki siniflərdən siz artıq bu bölmə ilə tanışsınız. Saitlər, samitlər, heca, vurğu haqqında kim nə bilir? Əvvəlki siniflərdə öyrənilənlər haqqında nəsə soruşursunuzsa, əlaqə yaradırsınızsa, şaqulidir. Üfüqi inteqrasiya isə, yəni hər müəllim, burada indi soruşmuşam, öz ixtisasınızı dediniz. Hər kəs öz fəndinin məzmun xəttlərini bilirmi? Əgər bir dərsdə... Mütləq əzbərliyin. Bəli, müsahibədə də soruşurlar. Və tarix müəlliminə riyaziyyatın məzmun xətləri düşmür. Həm riyaziyyat müəlliminə coğrafiyanınki düşmür. Hər kəs ibtidai ingilis dili və informatikadan başqa bütün fənlərin məzmun xəttini bilməlidir.
İndi bəzən də siz jurnal yazanda bu halla rastlaşmısınız da, metodik vəsaitdən standartları jurnala yazanda görürsünüz ki, 2 dənə standart var. Standartın biri başlayır 1 ilə, digəri isə başlayır, tutaq ki, 3 ilə. İndi hamı da Azərbaycan dili deyil. Bu o deməkdir ki, birinci rəqəm nədir? Bilirsiniz ki, məzmun xəttində. Bu o deməkdir ki, burada üfüqi inteqrasiya var. İkisi də 1 ilə başlasaydı, burada üfüqi inteqrasiya olmazdı. Məsələn, Azərbaycan dilindəki məzmun xəttlər dinləyib anlama və danışma, oxu, yazı, dil qaydaları. 4 dənə məzmun xətti var. Əgər müəllim dinləmə mətni səsləndirirsə, uşaqlar da diqqətlə dinləyirsə, burada hansı məzmun xəttinə uyğun fəaliyyət oldu? Birinci, dinləyib anlama və danışma. Sonra da deyir ki, uşaqlar eşitdiklərinizdən nə yadda qaldısa yazın. Yazı 3. Burada məsələn bu cür sual düşərsə, üfüqi inteqrasiya götürəcəksiniz. İndi digər fənlərdə də indi aramızda biologiya müəllimləri var, bayaq dediniz, riyaziyyat müəllimləri, informatika müəllimləri var. İndi hamı Azərbaycan dili müəllimi deyil ki. Və sizin də fənlərdə bir dərsin içərisində 2 standart, 3 standart götürürsünüzsə və bu standartlar eyni yox, fərqli məzmun xəttlərinə aid olacaqsa, burada deməli nə var? Üfüqi inteqrasiya. Məsələn, tarix müəllimi var aramızda? Yoxdur. Yoxdur. Hə, siz tarix müəllimisiniz. Deməli, tarixdə məzmun xəttləri var da, dövlət, cəmiyyət, şəxsiyyət, mədəniyyət, tamamısını demədim. Əgər hansısa bir ölkə haqqında danışırsınızsa və o ölkənin başçısı haqqında da danışırsınızsa, yəni burada dövlət məzmun xətti də oldu, şəxsiyyət məzmun xətti də oldu. Əgər o ölkənin mədəniyyətindən də danışırsınızsa, deməli orada mədəniyyət məzmun xəttinə uyğun fəaliyyət də olur. Və deməli burada nə olacaq? Üfüqi inteqrasiya. Məsələn, həndəsi fiqurlardan danışılır bir dərsin içərisində. Həm də burada sahəni hesablayanda vurma əməli haqqında öyrəndiklərindən istifadə edirlər. Ədədlər və əməllər. Yəni deməli burada da riyaziyyatda 2 məzmun xətti arasında inteqrasiya olub. Üfüqidir də. İndi bununla bağlı bir neçə sual göstərmək istəyirəm. 13-cü suala bir dənə baxa bilərikmi? Rəşad, bilirəm. 13-cü sual. Buradakı 13. Hə, orada 13-dür, bir də bugün izah elədiklərim. Deməli, bu sual qəbula düşmüş sualdır. MİQə düşüb, amma sertifikasiyaya da düşür də, yəni fərq eləmir. İnteqrasiya sualı düşür və çox adam bunu, yox bu deyil, bir dəqiqə. Peki o biz 4 maylarda? Yox, burada da var, bir dəqiqə tapacam. İdarə edilməsi. Tərlandan çıxır. Burada inteqrasiya var idi. Bu, sən deyəsən başqasını açıbsan. Qəzənfərsiz dərsimiz olmur. Qəzənfər mənim sevimli şagirdlərimdən biri olub. Hə, buyurun. 12-ci sualıymış. Gəlin baxaq, biraz problemli sualdır. Bu çox mübahisə yaratmışdır. Mübahisə yaradıb, yəni 90%-də səhv yazıb bu sualı. Əslində sual baxsı barədə sadə bir sual görünür, amma açıqlaması çox mürəkkəbdir. Fən daxili düşünürsünüz. Görürsünüz bax, hələ Hamı burada şablon səhv edir. 30-40 nəfəri fərqli cavablar gəldi. Hələ bir dənə sual göstərəcəm, qırğın düşəcək. Cavablar müxtəlifdir. Deməli, müəllimlər, burada deyir ki, sizin sinifə, yəni gəlirəm, deyirəm ki, uşaqlar, siz bir tədbirin təşkilatçısısınız. Siz təşkil edəcəksiniz. Məktəbimizdə bir tədbir olacaq. Siz bu tədbiri təşkil edəcəksiniz. Doğrudan da məktəbdə ola biləcək bir tədbirdən danışılır.
Deyir, büdcədən kənara çıxmamaq və deyirəm ki, bizim o tədbirdəki resursları almaq üçün, məsələn, cəmi 70 manat pulumuz var. Bu büdcədən kənara çıxmamaq şərti ilə müxtəlif xərclər, mötərizədə yazılıb səhnənin bəzədilməsi, müxtəlif avadanlıqların hazırlanması üçün vəsait ayırmalısınız. Deməli, mənlər, çox adam burada səhnənin bəzədilməsi sözünü görüb çaşır. Elə bilir ki, texnologiya ilə inteqrasiya var. Ümumiyyətlə demir, gedim bəziyin. Deyir ki, nə tələb olunur? Pulu hesablamaq. Yəni, fikirləş, nə vaxtsa bəziyəcək. Bu dəqiqə bəziyin demirəm. Səriştələrdən maliyyə savadı olur. Fən daxili də yoxdur. Fən üstüdür. Niyə fən üstüdür? Deməli, gedəcəklər, məsələn, aksiyalına baxacaqlar. Nə lazımdır, hara nə vurulacaq, nə qədər pul lazımdır və niyə fən üstü inteqrasiya götürdük? Bu məktəbdə baş verəcək. Öz məktəblərində bu tədbiri keçirəcəklər. Burada fən daxili düşünənlər, riyaziyyatın nə ilə əlaqələndirək? Və yaxud da fənlər arası düşünənlər, üzr istəyirəm. Riyaziyyatın nə ilənsə əlaqəsi yoxdur axı burada. Düzdür, riyazi bacarıqlar var, pulu hesablayacaqlar. Məsələn, 100 dənə şar 10 manat, nə bilim, rəngli kağızlar 5 manat, krey, qayçı falan belə hesabladılar. Hesablama lazımdır, riyazi bacarıqlar lazımdır. Amma riyaziyyatı başqa fəndən, hansı fəndən niyə yoxdur? Real həyata tətbiq edin. Ancaq elə real həyat olacaq, fənn üstü inteqrasiya. Yəni, bir daha deyim, niyə fənn üstü oldu? Çünki onlar bu məktəbdə bu tədbiri keçirəcəklər. Gedəcəklər aksiyalına, hara hansı bəzək vurulacaq, bu bəzəklərə nə qədər pul lazımdır, maliyyə lazımdır, bunu hesablayacaqlar. Fənn daxili niyə olmadı? Riyaziyyat var axı. Hə. Yəni, burada ancaq pul hesablayacaqlar, hesablama. Yəni, fən, nə ilə, o riyaziyyatı nə ilə əlaqələndirəcək? Yoxdur. Yoxdur və yaxud da şaquli inteqrasiya yoxdur. Üfüqi olması üçün məzmun xəttləri arasında ədədlər, əməllər, cəbir funksiyalar, həndəsə və ölçmələr, bir də statistika və ehtimal yoxdur elə bir şey burada. Bu xərclərin idarə olunmasının səriştələri keçəndə fəaliyyətlə bağlı, maliyyə ilə bağlı. Bəli. Bax, görürsünüz, orada da biz nə deyirdik ki, yəni bu bizə nəyə lazımdır, maliyyə savadı. Yəni, real həyatda bir qazandığımız pulu idarə eləməyə bacarmaq üçün. Yəni, oradan da əlaqələndirib tapmaq olardı bunu. Və yaxud da, məsələn, 10 manat üstə gəl, 15 manat üstə gəl, nə qədərsə hesabladı, 5 manat, 20 manat hesabladı, ümumi cəmi tapdı. Yəni, burada ədəd və əməl məzmun xəttindən başqa bir məzmun xətti yoxdur. Ona görə fənd daxili də olmur da. Yəni, elə hesablamanı görən kimi demir ki, riyaziyyat, fənd daxili götürüm, yox. Ya üfüqi olsun, ya da şaquli yoxdursa, fənd daxildən qaçsın. Bir də imtihanda ən çox tələsib cavablara qaçıram. Sualı oxudu, gedim cavablara. Ən yenidən Sualın mahiyyətini bir dəfə, iki dəfə oxuyun, tam başa düşün, sonra bax, adi biz öz sınaqlarımızda da görürük. Ən ağır testləri bizim müəllimlər, müdavimlər həll edir. Sadə bir testdə biraz arxayınlıq olur, elə səhvlər edirlər ki, mən həmişə deyim ki, izah eləmirəm. Yəni, sadə testlər, bu da nədən irəli gəlir? Oxuyub mahiyyətini başa düşməmiş, qaçırıq cavablara ki, görək nə var cavablarda. Çünki məşqin özünə qarşı iddiayəndə Azərbaycan dili sıralanda elə qoyurlar ki, mətinlər Vaxtı idarə edə bilmirik. Hansı bazar, hansı səriştədir? 21-ci əsr bazarlarına. Vaxtını idarə edə bilmirik. Yox, smartdadır. 21-ci əsr bazarlıqlarına müəllim deyir ki, vaxtı çatdıra bilmirəm. Hansı bazarlıq yoxdur ki, hansı formalaşmış ki, biz... Bax, çeviklik nə idi? Tez bir zamanda doğru qərar vermək bazarlığı idi. Və produktivlik nə idi? Zamanın düzgün idarə olunmasıdır ki, yəni bax, bizim ilk növbədə çevik qərar verməliyik. Uzun mətnli testləri saxlamaq lazımdır həmişə sona. Çünki bildiklərimizi yazırıq. 40 matematik test cavab yazıram. İlişib qalacaq bir sualda, o da zamanımızı alacaqdır. Test cavab yazıram. Bəli. Səhvlərlə Burada müəllimə sual verib, istəyirəm ona da cavab verin. Bəlkə sizlərdə da maraqlandırar. suallarını olanlar versin. Bəşət, onları Deyir ki, ikili ixtisaslı riyaziyyat informatika. Sorsalar ki, niyə informatikanı seçmişsiniz? Məncə səmimi cavab verin. Yəni, rola girməyin orada. Əgər sizin informatikaya daha çox marağınız varsa, deyin ki, buna daha çox marağım var. Və yaxud da deyə bilərsiniz ki, indi özünüz bilirsiniz də, hər ikisindən imtahandan keçəndə hər ikisini tədris eləmək olur.
Diaqnostik qiymətləndirmədə də bu mümkün idi. İkisindən də diaqnostikdən keçmək. Sertifikasiyada da yəqin ki, belə bir şərait yaradacaqlar ki, hər iki fəndən imtahandan keçməsəz, ikisində də maaş artımı olmayacaq. Riyaziyyatdan keçdiniz, riyaziyyatı tədris edirsiniz, orada maaş artımı olur. İnformatikanı da tədris eləmək istəyirsə, imtahandan keçirsiniz, orada da maaş artımı olur. Deyə bilərsiniz ki, mən imtahan verəcəm, əslində hər ikisini tədris eləmək istəyirəm. Yox, əgər informatikaya daha az marağınız var, riyaziyyata daha çox marağınız varsa, deyin ki, buna daha çox üstünlük verirəm. Ümumiyyətlə, orada rola girmək lazım deyil. Biz səhv deyil, günah deyil ki, təkcə riyaziyyatı tədris eləmək. Zaten diplomda yazılıb riyaziyyat, informatika. Hər ikisini tədris edə bilərsiniz. Məcbur deyilsiniz ki, ikisini də tədris edə bilərsiniz. Buyurun, siz sual verin. Deyirlər ki, müsahibədə deyir, danışın, dayanmayın, o sizi dayandırana qədər. Yəni, məsələn, mən özüm indi müəllimə bilir, mənim dərslərimdə, mən həmişə sual-cavab eləyirəm, baxıram, görüm kim harada nə səhv buraxacaq. Bir dənə səhvi tutur orada. Onunla da elə bir hurda kitabı bağlanar adamı. Bilmədiyiniz şeyi danışmaq xatirinə danışmaq olmaz. Mən mövzu, ismi bilirəm, isimlə bağlı danışdım. Özündən ora nə əlavələr eləyə bilərəm ki, bəzən görürsən ki, yanlış istiqamət verirlər ki, danışın, dayanmayın, orada nə qədər çox danışsaz xeyirdir, yanlış düşüncədir. Bildiyinizi danışın, bilmədiyinizi yox. Gələk sonra, bax, buyur, əlbəttə ki. Necə? Sualdır, müsaade sualdır. Kendini sevirəm, özünüzü. Gözəl sualdır. Kim cavab vermək istəyir bu suala? Buyurun. Bizə də, bildir. Bax, özünüzü sevdirirəm desəm, mən ekstravertlər, birinci bilirsiniz də, müəllimə bağlı olur. Müəllimi sevsə, onun fənni də sevəcək. Gəlin, düşünün, sinifdə neçə nəfər ekstravert ola bilər? Hamısı ola bilməz. Hamısı ola bilməz. Biz bunu hər ikisini paralel şəkildə inkişaf etdirməliyik. Yəni, hansı bu da çaşdırıcı sualdır. Mən məsələn desəm ki, ixtisasımı, indi özümü belə savadlı göstərmək istəyirəm, yanlış cavab. Hər ikisini. İxtisasımı sevib, məni sevməsələr, bizi istəməsəz, bugün heç kim gəlməzdi bura. Eyni zamanda laf bizi istəyirsiniz, amma sizə maraqsız fən olsaydı, düzdür, Bəxtiyar müəllimi, Gülər müəllimi çox istəyirik, mənə lazımdır, kurukum gəlməyəcək. Ona görə hər ikisini eyni anda sevdirmək lazımdır. Bir de ben bayağı sual var, bir səhvlə bəzərilməsi, axtarlar gedir. O desək ki, sinfi bəzərilməsi. Fərqi yoxdur onun. Yox, desə ki, indi bəziyin, həm hesablama aparın, həm də bəziyin. Onda texnologiya ilə riyaziyyat arasında inteqrasiya olardı. Bunda baxsaydı, Hə, yəni onda sadəcə deyirdi ki, hesablama aparın. Bax, növbəti bir maraqlı sual olubdur. Məktəbinizdə nələri dəyişmək istəyərdiniz? Xüsusən fəaliyyətdə olan müəllimlər. Bilmirəm, sualdır. Məktəbinizdə neçə ildə işləyirsiniz məktəbdə? 12 ildə işləyirsiniz. Məktəbdə nələri dəyişmək istəyərdiniz? İndiki məktəbimizdə dəyişmək istəyirəm. Siz müsahibədən kəsirdiniz. Kim deyə bilər? Bax, məktəbinizdə nələri dəyişmək istəyərdiniz? Dəyişmək istəmərəm, yerini yeləmək istəyirəm. Afərin. Siz keçdiniz. Baxın, çox çaşdırıcı sualdır. Onu siz eşitmişsiniz Məktəbi dəyişdirmək, direktoru dəyişdirmək bizim səlahiyyətimizdə deyil. Transformazlıqlar var, o mənada. Yəni, yerini yeləmək Bax, bu sual, düşünün ki, direktor və direktor müavinlərin də imtahanına düşən müsahibə sual olmuşdur. Deyir, dəyişdirmək yox. Çünki bizim elə bir səlahiyyətimiz varmı direktoru dəyişək, hansısa bir fəaliyyəti dəyişək? Ən doğru cavab nədir? Dəyişmək istəmərəm, amma məktəbə yeniliklər. diqqət edərdim, yəni. Yeniliklər gətirmək. Necə yeniliklər gətirə bilərik? Nə yenilik gətirə bilərsiniz? Yol öpək istəyərəm mən. İstək başqa bir şeydir. Mən də çox şey istəyirəm. Amma əlimdə olan səlahiyyətlər nədir? Bax, şagirdlərin akademik nailiyyətlərini inkişaf etdirmək üçün yeni və inkişaf etdirici strategiyalar. Bax, məktəbinizdəki mühiti dəyişmək istəyirsiniz deyin, bugün əziyyət çəkirsiniz, bura gəlmişsiniz. Özünüzü inkişaf etdirirsiniz ki, mən yeni bir nələrsə öyrənim, gedib bunu tətbiq edeyim. Bu dəyişmək yox, yenilik gətirməkdir. Bax, bu da çox çaşdırıcı bir sualdır. Bir də ola bilərlər, mən ən çox onu tətbiq edirəm öz müəllimlərimlə. Bildiyiniz bir şeyə deyər ki, səhv dediniz. O dəqiqə tələsim, ay, nə oldu? Adınız, bəzən görsən, elə həyəcanlı olur ki, adınızı soruşsa, adam var ki, adını unudar. Qəti həyəcanlamaq olmaz və doğru bildiyiniz cavabı dəyişməyin. Ola bilər sizi çaşdırmaq üçün ki, görək bu adam verdiyi qərarda qətidirmi? Mövzuya nə dərəcədə hakimdir?
Yəni biz bunu dərslərdə çox şahid olur ki, doğru cavabı mən deyirəm ki, yox, səhv dediniz. Gəl görəsən, bir izahlar verir, dəyişir sualı belə elə. Olmaz qəti şəkildə. Deyirik, dəyişmək yox, yenilik gətirmək. Necə? Yeni strategiyalarını tək bu cavabla kifayətlənmirik. Özünüzdən də bir yaradıcı təfəkkürünüzlə yaxşı cavablar verə bilərsiniz. Məsələn, siniflər arası yarışlar keçirməyi təklif edə bilərsiniz. Və yaxud da mən gedib direktoruma deyirdim ki, icazə verin, bəzi dərslərdə valideynlərin də iştirakını təmin edeyim. Bax, gördünüz, Məktəbə rəssam gətirmişdim rəsm dərsində. Rəssam lövhədə nəsə şəkil çəkirdi. Valideyn də uşağı ilə köməkli şəkildə onlara baxıb şəkil çəkirdi. Həm rəsmi çox sevdilər, təsvir incəsənət fənnini sevdirdim onlara. Həm də ki, bir yenilik gətirdim də. Hətta sonra gördüm ki, rəsmə maraqları böyüdü. Məktəbdə böyük bir tədbir keçirdi, sərgi. Ona çox yaxşı hazırlaşmışdılar. Bəzədim elə oldu. Məktəbdə heç bir sinif bəzəmədim. Mən sinifimi bəzədim, sonra başladı müəllimə sinifləri bəzədi. Və uşaq da sinifə gəlir, yəni belə divarlardan sıxılmır da, baxır. Bəzəməyi də, yəni belə şar falan, zər, belə bir şey yox. Sadəcə, məsələn, sırf ibtidai riyaziyyat Azərbaycan dilindən lazım olan qaydalar divara yapışdırılır. Uşaq yəni istər-istəməz. Şagirdlərin əl işi. Yəni bunu evdə nəsə düzəldə bilir də. Bax, əl işlərini bir divardan, bir küncdən, bax o şagirdlərinizin əl işini sərgiləyə bilərsiniz ki, yəni bu eyni zamanda həm valideynlərin, həm şagirdlərin də marağına səbəb olacaq ki, bu da nədir? Yenilikdir. Buyurun. Siz keçirmişsiniz də belə bir şey. Məsələn, orada 3 nəfərin və yaxud 5 nəfərin valideyni işlə əlaqədar gələ bilmir və yaxud da ki, valideyni olmayan hər hansı bir şagird var. Onlar tək qalanır və onlar necə biz? Onlar mən özüm kömək eləyirdim. Bir də bir neçə rəssam idi, gənc rəssamlar. Onlar özləri yaxınlaşıb uşağa kömək eləyirdilər. Falan belə qoymaq olar. Onlar niyə olmur ki, bəli. Və yaxud da bu valideyn o birisi uşağa da kömək eləyə bilər. Bax, münasibətlər, müəllim kollektivindən də münasibətlər. Bax, gözəl sual verir ki, tək müəllim onu eləyə bilməz, düzdür? Siz gərək müəllim yoldaşlarınızla da münasibəti elə qura biləsiniz ki, mən sabah gəlim deyim ki, bir mənim tədbirim var, kömək eləyə bilərsən mənə. Bu da nədən rəy gəlir? Müəllim münasibətlərinin düzgün qurulmasıdır. Deməli, 5-ci sual. Hə. Mənim seçdiyim mövzular bugünkü gün təhsilin ən qlobal müəllimlərin yaralı yerindən problemlər. Biz burada suala diqqət eləməyin, sualda çox şey soruşur, amma siz burada inteqrasiyanı tapın. 9A sinif şagirdləri komandalara bölünürlər. Hər komanda öz marağına uyğun olaraq bir mövzu seçir və həmin mövzuda layihə hazırlamağa başlayır. Komandalardan biri Azərbaycanda turizmin inkişaf etdiyi ən səmərəli məkanlar. Bu mövzunu seçir və bu istiqamətdə araşdırma aparmağa başlayırlar. Onlar bir neçə rayonun hava şəraitini, gəzməli yerlərini, qalmaq üçün ən zəruri tələbatları tədqiq edirlər. Onlar ətrafdakı insanlar arasında sorğu aparır, müxtəlif etibarlı mənbələrdən, o cümlədən saytlardan bu barədə ən etibarlı məlumatlar toplayıb, turistlər üçün maarifləndirici bir video təqdimat hazırlayırlar. İnteqrasiya növünü tapaq. İpucuları bilən müəllimlər var aramızda. Layihə nədir? Gözü yumulu layihə sözün gördüsə, yəni götürürsünüz 2 dənə inteqrasiya var. Fən daxili də ola bilər, amma olmaya da bilər. Yəni mütləq layihə varsa, burada fənn üstü inteqrasiya olur, bir də fənlər arası inteqrasiya olur. Bu, belə deyək də, şərtsiz belə olur həmişə. Layihəni gördürsə, ikisi də var. Həm də belə izah eləyə bilərəm ki, bu uşaqlar gedirlər Azərbaycan rayonlarını araşdırırlar. İnsanlardan soruş gəzə də bilərlər və yaxud da araşdıra da bilərlər. Öz ölkəmizlə bağlı araşdırma aparırlar da. Həyatla inteqrasiya belə var. Yəni başqa yer yox. Sırf öz gördükləri rayonları və yaxud da gedə bilərlər. Çünki layihə bilirsiniz, uzun müddətə əhatə eləyir axı. Bu müddətdə başqa rayonlara səfərə gedə də bilərlər. Daha sonra niyə fənlər arası var bəs? Niyə fənlər arası olsun? Coğrafi, bəli, ümumiyyətlə təbiətini araşdırırlar, coğrafi məkanı araşdırırlar, coğrafi mövqeyini araşdırırlar, orada hava şəraiti necədir, bunu araşdırırlar. Həm də, məsələn, video təqdimat hazırlayırlar.
Bəli, doğrudur. Video təqdimat hazırlamaq üçün də gərək kompüterdən istifadə qaydalarını bilə, informatika. Fənlər arası inteqrasiya var. Siz internetdə soruşdunuz, işə uyğun gələ bilər. Baxın, taksonomiyanı dəyərləndirmək mərhələsidir. Fikri düzdürmü sizcə? Dəyərləndirmək deyil. Niyə deyim sizə? Deyir ki, o da var. Həm də ki, bax, bir neçə rayon içərisindən ən uyğunu seçilir. Bəli, bəli. Bir neçə rayonu analiz edir, içərisindən hansınsa seçəcəksə, ən uyğununu seçirsiniz. Təhlildir. Sonra, fənlər arası fənn üstü inteqrasiya doğrudur. Savadlıq kompetensiyası oxumaq, oxuduğunu anlaya bilmək, danışmaq. Budur ki, burada var əslində. Bax, deyir ki, araşdırır. Kimdənsə soruşur. Deməli, danışmaq da var, oxumaq da var. Rəqəmsalda var. Bir dənə sahibkarlıq yoxdur. Sahibkarlıq nəsə pul qazanmaq üçün biznes fəaliyyətə, biznes planı qurmaqdır. O yoxdur deyə üçü seçməyəcəksiniz. Tək biznesdə düşünməyin. Sahibkarlıq ailə büdcəsini idarə etmək özü də bir sahibkarlıq bacarığıdır. Yəni tək gün iş qurum, nə bilim nə, onu tam elə düşünməyin. 4-də düzdür. Çünki əgər müxtəlif maraqlar nəzərə alınırsa, bərabər imkandır. 5-də düzdür. Çünki tənqidi təfəkkürlü insan etibarlı məlumatlara əsaslanır. Nə bildi, bilmədi danışmır. Dəqiqləşdirir, sonra danışır. Bəli. Burada bir sual siz deyin, sonra mən danışaram yenə. Görək, nə sualımız var? Mənim sözüm qutaran deyil. Sual var. Aha, bax, müsahibəyə düşən günümüzün ən aktual bir problemi. Ən problemli məsələ. Sualı səbəb deyir, böyük bacıların əhatəsində böyüyən, yeniyetmə oğlan incə jestləri ilə diqqəti cəlb edir. Biraz incə davranır. Sinifə yeni gəlməsinə baxmayaraq qızların rəğbətini qazanan təbii bir haldır bu da. Oğlanlar arası düzgün olmur. Belə deyək də, bullyinqə məruz qalır. Bax, belə bir hadisədən, belə bir situasiyada bir müəllim olaraq hansı addımı atardınız? Kimsə əl qaldırsın, izahını versin. Sual aydın oldu da, belə deyək də, incə rəftar edən bir oğlan uşağıdır. Səbəb də nədir? Evdə hamısı xanımlardır. Bacı, ana, kişi mühitində böyümür, belə deyək. Mənə elə gəlir ki, indi müəllimlərdə fikrində etsinlər. Burada hormonal problemlər də var məncə. Yəni, o həkimlik problemi də var onun. İndi cavab müalicə də almalıdır. Düşmüş sualdır. Onu da deyim. Bax, bunu kim izah eləmək istəyir? Siz. Valideynə məsləhət görmək olar ki, idmana qoyur. Bax, belə bir sinifində belə bir şagird var. Buyur. Problemi necə həll edərdiniz? Oğlanlar üçün olan şeylərə, həm də futbola, idmana belə. O həlli deyil axı. Valideyn də danışardır ki, uşağı bilinir. Buyur. Həkim abası. Məktəbin psixoloqundan gətirər. Yaxşı müəllimə, dinləyin. Bax, sualı diqqət elədinizsə nədir? Yəni sinifdə bullyinqə məruz qalır. Hansı bullyinqə? Oğlan uşaqları bunu belə deyək də dışlayır. Bəli, sosial bullying var. Birinci biz müəllim olaraq neynəməliyik? Hələ valideyni, o hormonal problemləri qoyduq kənara. Biz müəllim olaraq birinci bullyingin qarşısını almalıyıq ki, bu uşağa qarşı olan bullying. Sonra neynəməliyik? Əlbəttə ki, uşağın özünün iştirakı olmadan, bax bəzi düşünərsiniz ki, yox, özünün yanında, özünün iştirakı olmadan sinifdə açıq müzakirə eləmək. Yəni bunu danışmaq lazımdır. Amma danışmaq da bu belədir, onları belə qəbul eləyin kimi yox. Onun da bir insan olduğunu, dostu olduğunu, bax bunları şagirdlərlə müzakirə eləyib, maarifləndirici söhbət aparmaq lazımdır ki, hansı ki, bax bunun bullying dərsində keçmişik biz. Müəyyən eləmək və onun qarşısını almaq. Bax bu mütləqdir. Birinci biz hələ sinif daxili problemi həll edirik. Bullyingin qarşısını aldıq. Sonra nə edirik? Bax, Gülər müəllimə düz qeyd elədi ki, bu təkcə mühitlə yox, eyni zamanda hormonal pozuntu da ola bilər. Yediyimiz qidaların içərisində o qədər zərərli şeylər olur. Hormonlar dəyişir. Həm oğlan uşaqlarına baxırsınız, formaca kökəlirlər, nə bilim mən, başqa cür qəribə bir formada olurlar. Xarakteri də. Və bu yaxınlarda xəstəxanada olanda belə bir həkimin qəbulunda oldum. O deyir ki, indi bu cür oğlan uşaqları çoxalıb.
Yəni çox gətirir valideynlər. Yedikləri qidalardan da çox şey asılıdır. Həm görünüş baxımından qadın görünüş alırlar. Həm də o hormonal problemlər olur ki, başlayırlar o qadın kimi hərəkət eləməyə. Bunun da müalicəsi var. Sadəcə gərək vaxtında. Bəzən də Bu problemi siz valideynə necə deyərdi? Sən uşağın həkimlə də olmalıdır. O dərmanlar elə bir dərmanlar. Qan düşər. Yəni müalicə Qan yazırlar. düşər ki, sən mənim uşağıma deyirsən. İşləyirəm, bağçada da var, böyük quruşlar. Valideynə deyəndə də bəzən o problem olur ki, valideyn deyir ki, sən mənim uşağıma nə demək istəyirsən? Bax, ona görə bax, Belə bir birinci, problem bax olur. belə bir problemlə qarşılaşanda atacağımız addım nə oldu? Sinir mühitini tənzimlədik. Yəni bullyingin qarşısını aldıq, buranı tənzimlədik. Sonra valideynlə mütləq uyğun bir şəkildə. Sənin uşağın qız kimidir deyə desə, inan adamın gəlib saçın başını yolarlar. Biz onu uyğun bir dillə söhbət eləməliyik və telefonla yox. Bu çox ciddi bir problemdir. Valideyni məktəbə dəvət eləmək, hətta məktəb psixoloqunu, bacarırıqsa bir neçə müəllimi də dəvət edib ümumi bir müzakirə. Yəni bu reallıqdır, bir problemdir. Valideynlə söhbət Və biz eləmək. sizə kömək eləmək istəyirik. Bəli, Yəni bu psixoloqa mənada. yönəltmək. Baxın, belə bir məqamlarda bəzən valideynin özünü də psixoloqa yönəltmək lazımdır. Valideyn bunu qəbullanmaq istəmir. Amma acı bir həqiqət var. Bax, müəllimə düz qeyd elədi ki, bax ona tövsiyələr vermək psixoloqun da dəstəyin ki, uşağı kişi mühitində. İndi ola bilər ki, baba mütləq olar, nə bir dayı, əmin, kimsə var da bunun bir nəslində, kökündə bir kişi var. Çalışıb ən azından idmana qoymaq. Bəli. Da deyib qızlar voleyboluna yox, yəni futbola qoymaq lazımdır, güləşə qoymaq Bəli, lazımdır. müəllimə o təklif eləmişdi, yaxşı təklif idi. Hə. Mütləq. Bax, burada əsas sual nədən ibarətdir? Birinci sinifdə sosial bullyingin qarşısını almaq lazımdır. Onun qarşısını alandan sonra növbəti addımları ata bilərsiniz. Bu da çox ciddi bir problemdir, təəssüf ki. Valideyn qəbul etməz. Bir təhər qəbul etməsə deyən, Uşaq ölümdən qəbul etməz. o zaman siz hansı addım atdınız? O dediklərinizin hər biri oldu bizim məktəbdə. Valideyn qəbul etməz. Yəni bir-iki dəfə ilə yox. Yəni valideynlə mütəmadi bu söhbətləri aparmalıyıq biz. Və psixoloqa dəvət eləmək. Tək məktəb psixoloqu deyirik. Biraz Oğlanlarda da var elə problem. Çox çabuk. Məsələn, uşaqlar evdən gəlirlər. Elə uşaqlar ki, 4 qardaş edir. Baxın, kobudluğun ziyanı yoxdur, kobud olsun. Kobud problem deyil. Sən mənim o uşaq idi, otaqdan çölə çıxmış. Bax, ciddi bir problemdir. Valideyn qəbul etməz. Polis sənədləri, mən nə qədər tədbirlər məktəb direktorluğuna, psixoloquna xeyr olmaz. Bunu mütləq məktəb psixoloquna, hətta biz deyirik ki, inklüziv təhsildə bilirsiniz ki, şagird. İnklüziv təhsildə deyəndə, bax, onun özü də haradasa bir ciddi bir sağlıq problemidir. Daha da çox bilizə verilir. Onu ancaq məktəb psixoloquna, məktəb rəhbərliyi ilə danışmaq, psixoloqa yönəltmək, sizdə deyirsiniz, valideyn qəbul eləmir, valideynlə mütəmadi iş aparmaq lazımdır. Siz valideynlər ayrılmış valideynlər Hər kişi valideynlə danışmısınız? ata yönəlir, ata atıb gelir, ana qəbul olunur. Buyur. Anatomiya dərsində müəllim insanın sümük əzələ sistemi haqqında məlumat verir. Daha sonra məktəb yaşlı uşaqlarda bir çox hallarda düzgün oturma bacarığı olmadığından onların onurğa sütunu bir çox hallarda deformasiyaya məruz qaldığını, müasir fizioterapiya sayəsində onurğa xəstəliklərinin nəsə bu kimi problem yarandığını deyir. Deyir, şagirdlər bu dərsdən sonra oturma zamanı daha diqqətli olmalı olduğunu anladılar. Yəni burada hansı inteqrasiyanı görürsünüz? Elə fənn üstüdür də. Fənn daxili nə görürsünüz məsələn? Üfüqi var. Sanki bir əlaqəsi olsaydı deyə Fənlər arası olardı, yoxdur. həm psixoloqdan, həm də insan dərinliyinə gedəndə Quruluş var. Hə. Bax, aramızda biologiya müəllimi var. Mənim görə bilmədiyimi o gördü. biraz dərinliyə getsən oradan Baxın, bu sual məsələn ibtidai sinif müəlliminə düşməyəcək, coğrafiya, tarix müəlliminə, ingilis dil müəlliminə düşməyəcək. Amma biologiya müəlliminə düşsə, siz deyirsiniz ki, burada həm söhbət gedir, həm də sağlamlıqdan. hə, deməli burada fənn daxili üfüqi inteqrasiya da var. Bəli, deməli olacaq burada fənlər, fənn üstü və fənn daxili inteqrasiya. Sonra burada bir dənə də sual var. O sual çox problemli sualdır. Yayda deməli şikayət də elədilər, xeyir olmadı.
Siz birinci bu barədə bir düşünün, sonra müzakirə edərik bu sual. Və problemli suallar adətən təkrar düşür. Hamı səhv edirsə. Fənlər arası da fənisi olacaq. Çünki ədəbiyyatla Dəqiqə çox yaxınlaşdı. Elə hamı da sizin kimi fikirləşmişdi, amma Çünki ədəbiyyatla Burada həm yazılır, danışır. Hə, düz deyirsiniz. Bax, fənlər arası var. Bir də götürüblər fən daxili. Təəssüflər olsun ki, fənn üstü götürülməyib. Fən daxili də var. Fənn üstü olmayıb müəllimə. Fənn üstü çıxmayıb. Aha. Fənn üstü o vaxt olardı ki, sonda inteqrasiya olardı. Yəni o əvvəldə deyir ki, yəni əvvəldə hansı bir real hadisə haqqında bir hekayə yaz. Məsələn, desəydi ki, bunu gətir həyata tətbiq elə, olardı fənn üstü. Sanki əvvəldə oldu, o hissəni. Bax, müəllimə çox gözəl izlədi. Fən üstün bilsə niyə götürməyiblər? Həyatdan götürülmüş desə də, biri var, fən üstün nədir? Gələcəyə yönəlikdir. Der ki, mən bunu tətbiq eləyəcəm. Bu, keçmişdə yaşanmış bir şey götürübdür və bunu yazdı. Bu, tətbiq eləməyəcək ki, bu olub bitmiş bir şeydir də. Yəni, bu, onu heç bir gələcəkdə tətbiqi olmayacaq. Həm də mən məsələn belə izah eləyərdim ki, fənn üstü inteqrasiya keçirilən mövzunun həyatla əlaqəsidir. Bax, bir dənə sual göstərim, sonra qayıdıram buna. Bax, bu suala baxın, deyir ki, həyat bilgisi dərsində yol hərəkəti qaydaları mövzusunu tədris edir mövzu olaraq. Diqqətli olun. Sonra da deyir ki, dərs ərzində şagirdlər yol hərəkəti qaydalarını öyrənirlər. Müəllim belə bir sual verir ki, bəs siz yol hərəkəti qaydalarının pozulması anlarını görmüsünüzmü? Bu hallar hansı mənfi nəticələrlə səbəb olur? Burada elə bir ki, keçirilən mövzu ilə həyatda uşağın gördüyünü əlaqələndirdim. Bundan əvvəlki sualda isə heç mövzudan danışılmır. Nəsə bir mövzu keçməmişik. Elə birbaşa gəlirəm sinifə deyirəm ki, bir dənə həyatda baş vermiş bir hadisəni yazın və sonra da onu... Məqamda o da həyatdan deyən kimi hamı fənn üstünü götürür. Hə, indi deməli ki, mövzunun həyatla inteqrasiya olmadı. Ona görə də düz yazan olmamışdı. Bu sual düz yazan olmamış deyə təkrar 100% düşəcək. Çünki baxırlar kimin hansı suala düz cavab olmursa, ev yıxmaq üçün təzdən o sualı bir də verirlər. İndi ilk o izah edeyim. Bəli, cavab deyil, çıxıb. İzahını da verirəm. Fənn üstü inteqrasiya olmadı. Fənlər arası ona görə var ki, müəllimə də bayaq yaxşı izah elədi. Yazacaq, hekayə yazmaq var. Amma hekayənin yazılış qaydasını da bilməlidir ki, yaza bilsin. Ədəbiyyatla Azərbaycan ilə arasında əlaqə var. Fənlər arasını bildiyi, fənn daxili də ona görə ki, Azərbaycan dilində yazı məzmun xətti var. Bir də deyir ki, hekayəni təqdim etmə prosesi zamanı əsaslandıracaq. Danışma var. Deməli, dinləyib anlama və danışma məzmun xətti var axı. Danışma ilə yazın. Bu sual kimlərə düşə bilər? Düşə bilər İngilis dili, Rus dili, Fransız dili, Azərbaycan ədəbiyyat müəllimlərinə, bir də ibtidai sinif müəllimlərinə. Nə qaldı? Düşmüşdü. Həyat görən kimi hamı qaçıb anı götürüb, amma... Yəni o incə məqam var da, keçmişdə bağlıdır. Keçmişdə müzakirə edirəmsə, nə olsun həyatdan deyir. Onda fənn üstü götürmürük. Bugünkü dərsimi mən gələcəklə, bax, indi bugün biz öyrəndiyimiz nə üçün faydalıdır? Bizi gələcəkdə imtahan gözləyir. Bunu, bax, görsən, bizə lazımlıdır. Bu fənn üstü ola bilər. Çünki iş sahibi olacaq. Keçmişdə olan, bir dənə çaşdıran burada nədir? Həyatdan deyən kimi hamı fənn üstü götürübdür. Hə, deməli bu da cavabı bildiyi ki, D variantıdır. Bir dənə də inteqrasiya sual var. Onu da baxan kimi özünüz cavabı biləcəksiniz. Çünki bayaq ipucu verdim sizə. İnteqrasiya çox, belə deyək, qarışdırılan bir mövzudur. Məsələn, ovçu, insaf elə, keçmə bu düzdən. O çöllər qızını ayırma bizdən. Bu misraları deyir, şagird layihəsinin devizi olaraq istifadə edir.
Əsas məqsədi cəmiyyətin diqqətini təbiətin, heyvanların qorunmasına yönəltməkdir. Nədir integr? Bayaq dedik də. Layihə varsa bu nə olacaq? Layihə var burada. Layihə nədir? Fənn üssü var, fənlər arası var. Layihə varsa bu istənilən məqamda, yəni düşünmədən ikisini Problem əsasında da götürəcəksiniz. bunları götürəndə fən üstü. Yaxşı, buyurun siz danışın. Sonra taksonomiyaya toxunacağım. Yəni mən istəyirəm ki, buradan nəsə öyrənib gedəsiniz də, imtahana sizə bir fayda. Yorulmamısınız? 15-20 dəqiqəyə bitirək. Rəy nədir, necə verilməlidir? Bunu bayaq müzakirə elədik. Bir məqama toxunmaq istəyirəm ki, peşəkar bir müəllim destruktiv rəydən belə inkişaf etdirici istiqamətdə istifadə edə bilər. Tam olmaz deyə bilmərik. Bəzən bunu elə bir bəziyib, elə formada təqdim edə bilərik ki, bu destruktiv rəy inkişaf yönümlü ola bilər. Amma çalışıb istifadə etmirik. Yaxşı, növbəti sual. Bunun izahını verdik. Bax, davranış pozuntusu olan bir şagirdimiz var. Digər şagirdlərin valideynləri sizin qarşınızda tələb qoyur ki, filankəsin uşağını çıxart, mənim uşağımı pozur. Ki, bax, bu da mən özüm şahidi olmuşam valideyn iclasında. Bir dəcəl uşaq var idi. Həqiqətən o uşağı mən də birinci dəfə idi gedirdim. O qədər müəllimlər gələn dadaman elədi uşağın əlindən. Mənim özümə də maraqlı oldu ki, o uşağı mən də görüm. Və həqiqətən elə koridorda hamı etiraz elədi ki, o uşağı çıxardım məktəbdən, mənim uşağımı pozacaq. Yəni, bugünkü gün müəllimlərin qarşılaşdığı ciddi bir problemdir. Bax, belə bir halda nə edərdik? Valideynlər empatiya. Gəlin, bu prosesə biraz qanunvericilik tərəfdən yanaşaq. Bu inklüziv Müəllimlər, təhsil haqqında qanunda biz nə deyirik? Hətta bu konstitusiyamızın 42-ci maddəsində də öz əksini tapır ki, hər kəsin təhsil almaq hüququ var. Mən necə deyim ki, Rəhmanı sinifdən çıxardıram, sən oxuma bu sinifdən. Mən qəbul eləməyim, sən qəbul eləmə, o qəbul eləməsin və bunu kim qəbul eləməlidir? Bax, problem budur. Birinci, həmin valideynlərlə profilaktik söhbətlər aparmalıyıq. Hər kəsin təhsil almaq hüququnun olduğunu izah eləməliyik. Bəs problemin həllini necə həll eləyərik? Arxadakı müəllimlər də danışsınlar. Buyurun, siz də danışın. Problemin həllini necə eləyərik? Bax, bunu izah elədik valideynlərə, başa saldıq ki, sənin uşağın oxumaq istədiyi kimi, bunun da övladı oxumalıdır, bu da təhsil almalıdır. Valideynləri razı saldıq. Bəs o davranış pozuntusu olan uşağı necə idarə edə bilər? Buyur müəllimə. Valla elə uşaqlar nə qayda, nə prosedur, onlara keçmir elə. Bax, birinci sualımız nə olur? Bax, davranış pozuntusu olan uşaqlarla birinci növbədə valideynlərlə əməkdaşlıq, məktəb psixoloqunla əməkdaşlıq. Yəni, mən uşağı evdə valideyni idarə edə bilmirsə, mən onu 2-45 dəqiqədə nə öyrədə bilərəm? Yəni, bugünkü gün təəssüflər olsun ki, evdə uşağını idarə edə bilməyən valideyn, uşağına adicə bir vurmursan da, biraz danlayırsan, qapını gəlir qırır ki, sən kimsən mənim övladıma bu sözü deyirsən. Bax, bu nədən irəli gəlir? Bax, görürsünüz, bütün problemlər hara gəlir, çıxarılır? Münasibətlərin düzgün qurulmamasına. Biz belə bir uşaqları idarə eləmək üçün mütləq məktəb psixoloqundan, eyni zamanda valideynlə əməkdaşlığı mükəmməl qurmalıyıq. Əməkdaşlıq oldusa, bunu biz tənzimləyə biləcəyik. Yox, olmadısa, bir də çətin tərbiyə olunan uşaqlar var ki, indi bizdə çox tətbiq eləmirlər. Yəni, belə bir müəssisə də var, çətin tərbiyə olunan uşaqların uşaqlar o məktəbə getməlidir. Amma siz özünüz, bəzən biz bunu dedik, axı, bəzən valideyn qəbul edən, mənim uşağıma nə olur? Ağlı başındadır. Amma digər başa sal ki... Gündə şagird var ki, tamamilə fərdi təhsil alınmalı uşaq. Bax, hiperaktiv şagirdlə davranış pozuntusunu da qarışdırırlar müəllimlər. Hiperaktiv şagird başqa bir şagird. Yəni, o adam yerində dura bilmir də. Belə şagirdi biz sinif fəaliyyətlərinə cəlb eləməliyik. Onu gətir, bunu gətir, amma sinifdən çölə çıxmamaq şərti ilə. Bəzən jurnalı get gətir. Çünki belə uşaqlar biraz dəzəl olurlar da. Çıxacaq çöldə kimisə itəliyər, ya kimsə bunu itəliyər, bir hadisə olar. Hə, indi gəl cavab ver ki, o dediyi videoda, gəl cavab ver ki,
Siz uşaq nə gəzirdi çöldə dərs vaxtı? Ona görə çalışmaq lazımdır ki, sinif daxilində. Bax, bu hiperaktiv şagird. Amma davranış pozuntusu olan, dediyim kimi, valideynlə əməkdaşlıq və məktəb psixoloqu ilə mütləq düzgün əməkdaşlıq eləmək, o davranış pozuntusunun səbəbi də müxtəlif ola bilər. Ailədən gələ bilər. Böyük ehtimal ki, ailədən gəlir. Ailədə düzgün münasibətlər olmayanda, valideyn münasibətləri qurulmayanda uşaq başlayır o Direkus nəzəriyyəsində deyir, o davranış pozuntuları sərgiləməyə. İndi ona da gələcək. Əslində o davranış pozuntusunun səbəbini tapmaq lazımdır Bəli, ki, bax, o onu bu cür səbəbi qıcıqlandıran nədir? Bəlkə də evdə valideyn ondan kobud davranır, o da onu görür, Bəli, diqqəti özlərinə əsəbləri çəkmək pozulur, istəyir. gəlir belə burada. Və yaxud da məktəbdə bəlkə bullyingə məruz qalır. Bəlkə də müəllimləri onu həvəsdən salır. Bu uşaqda nəsə bir müsbət məqam tapıb, ondan başlasaq, onun qəlbinə oradan yol tapmağa çalışsaq, o uşaq özü də şoka düşəcək ki, hamı deyir ki, bunu qovun, hamı deyir ki, yenə sən gəldin başımızın bəlası. Hansısa müəllim məni təriflədi, xoş söz dedi. O özü də belə şoka düşəcək ki, məni də tərifləyən oldu. Yəni, çox vaxt o niçbin, bədbin yox, tərbiyədə, pedaqogikada öyrənmişik də niçbinlik prinsipi var ki, buradan yanaşanda daha yaxşı nəticələr əldə eləmək olur. O uşağın qəlbinə yol tapsaz, uşaq var ki, bütün dərsləri pozur, amma bir müəllim var ki, onun dərsində sakitcə oturur. Deyir ki, müəllim, nə istəyirsiniz sizin üçün edeyim, nə deyirsiniz edeyim, sizi çox istəyirəm. Yəni, bu cür uşaqların qəlbinə yol tapmaq olur bəzən. Psixologiyada da sübut olunubdur ki, 99% insan və buradakıların hamısı tərifi sevir. Birini çıxaq biraz təriflər. Bax, bu da manipulyasiyadır, bəli. Biraz o şagirdi tərifləməklə ehtiyacımız var da. Çox düzgün qeyd elədi. Bu nə qədər belə deyək, pozuntusu olan bir davranış pozuntusu olan şagird olsa da mütləq ki, bir müsbət tərəfi var. Adətən elə uşaqlarda biraz dəliqanlılıq çox olur. Bax, onu ön plana çəkərsiniz. Hər hansı bir addımını ön plana çəkib, onu idarə etməsini ələ ala bilərsiniz ki, bu da peşəkar müəllimin işidir. Taksonomiya. Anası ölmüş pulumu da qəbildə sağa sola fırladılar. Buyurun, baxın. Yayda, bu da imtihana düşən bir sualdır. Bax, təzə qayda ilə fikirləşin, ona ipucu verin. Bax, təzə qaydalarla bir dənə ipucu var. Var burada su. Sağ olun. Deməli, müəllimlər, çoxu bunu təhlillə qarışdırır. Təhlil onda götürərsiniz ki, o bir neçə seçim verir, şagird onları bir-bir analiz edir, içərisinə uyğunluğu, səmərəsini seçir. Elə bir situasiya yoxdur. Sadəcə deyir ki, bir neçə rayona səfərə getməlisiniz. Tutaq ki, 3 rayon adı verib. Və sonra da deyir ki, ümumi məsafəni. Yəni, fikirləş ki, məsələn, Bakıdan getdin Hacıqabula, Hacıqabuldan Kürdəmirə, Kürdəmirdən hara gedə bilər? Ucara getdi, yaxşı. Müəllim öz yeri. Ağstafa aldı deyə deyir Ağstafaya. Hərə özünə hara sərf edir, onu deyir. 3 rayon adı dedin, uşaq hesablamalıdır ki, Bakıdan bura, buradan ora, oradan da ora. Yol nə qədər, neçə kilometr yol gedəcək? Və bu yolu getmək üçün, məsələn, marşrut ümumiyyətlə nə deməkdir? Marşrut sözün mənası. Yol xətti, yol planlaması. Marşrut deyəndə çox vaxt bizim yadımıza düşür, avtobusun o balaca forması var, ona həmişə marşrut demişik. Amma əslində burada yol planı demək istəyir ki, bir effektiv plan qur. Hesabla. Məsələn, fikirləşir ki, uşaq bu qədər ümumi, tutaq ki, 300, yəni neçə 100 kilometr yol gediləcək. Bunun üçün yol planlaması qururam ki, maşınla bu yol gedirsin. Maşınla gedirsə, məsələn, benzinə də bu qədər pul sərf oluna bilər. Yəni, burada uşaq hesablama aparacaq. Sadəcə yolu hesablaya bilər, benzinə sərf olunan pulu hesablaya bilər. Yəni, sadəcə hesablama aparacaq. Burada
Deməli, ona görə sualımızın cavabı olacaq tətbiq etmək. Və niyə anlamaq deyil? Çünki bu hesablamanın aparması üçün mən nəsə bir istiqamət vermədim, bir yön vermədim. Təzə qaydalara əsasən müəllim nəsə yön versə, anlamaq olur. Düsturla hesabla desəydi, təzə qayda ilə götürəcək. Desəm ki, bu düsturla bu hesablamanı apar, rəqəmləri qoyacaq düsturun yerinə, elə hesablayacaq da. Mən buna işini asanlaşdırdım da, anlamaqdır. Yox, əgər özü baxır məsələyə... Özü bildiyi yolla həll edir. Yəni buna konkret düstur verir, neyb istiqamət verir. Bir də bundan sonra da bir dənə sual var. 6-cı sual. Bu da yayda imtahana riyaziyyat müəllimlərinə düşmüş sualdır. Buyurun. Riyaziyyatda bildiyim ən gözəl... Sertifikasiya düşmüş sual. Baxın, bayaq izah verdi. Elə bir yenilik çıxdı, həmən onu imtahana saldılar. Allah razı olsun. Ona görə də fokus olmayan keçən çox adam, mən ikisini də səhv yapmışım. Biz əslində onunla bağlı video da paylaşmışdı müəllimə. Adını demirəm. Öz videosunu təqsib elədi, ikinci videosunu. Nəysə. Deməli, müəllimlər, verin Pifagor teoremindən istifadə etməklə katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Bunu necə tapacağı üçün yəni bir istiqamət verilib də bir teoremindən istifadə etməklə. Teoremindən istifadə etməklə. Mən artıq dedim də bu yolla həll elə. Bu artıq olacaq anlamaq. Amma o hissəsi olmasaydı, bura qədər olmasaydı, katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın desəydim, tətbiq olardı. Uşaq məsələni oxuyacaq, özü fikirləşəcək ki, mən bunu necə həll edeyim? Hansı yolla, hansı düsturla, hansı teoremdən istifadə edərək həll edəcəyinə özü qərar versəydi, onda nə olacaq idi? Bəli, tətbiq mərhələsi. Məsələn, nümunə olaraq deyim ki, bir neçə ərizə nümunəsi göstərsəm. Sonra da desəm ki, bu nümunələrə baxıb direktora ərizə yazın. Bu nə olar? Anlamaq. Amma mən demirəm bunu. Deyirəm ki, uşaqlar, siz tədbir keçirirsiniz və istəyirsiniz ki, tədbirinizdə, məsələn, siz bura necə gəldiniz? Biz istəyirik ki, tədbir keçirir və istəyirik ki, müəllimlər bu tədbirdə iştirak etsinlər. Elə bir yazı nümunəsi fikirləşin ki, insanlar bilsin də belə bir tədbir var. Amma da demirəm ərizə yaz, məktub yaz, elan yaz. Bunu mən demirəm. Özünüzün bildiyi yol. Uşaq fikirləşəcək ki, əgər biz istəyiriksə ki, bu tədbirin vaxtını, saatını, ünvanını, yerini insanlar bilsin və ora gəlsin. Öz-özünə fikirləşir ki, bunun üçün elan daha uyğundur. Mən elan yazım. Amma mən müəllim olaraq mən demədim elan yazım. Nə yazacağını özü fikirləşdi, məqsədə uyğun özü tapdı. Belə olanda bu nə olur? Tətbiq. Mənim deyəcəklərim bu qədər. Mən şəxsən subyektiv fikrimdir. Mən bəlkə də içində mənlə razılam. Mən bu qaydanı qəbul eləməm. Sadəcə deyir, ağa deyir sürücəliyə, biz bunu öyrənirik. Amma mənim şəxsi fikrimdir ki, yəni bu yanaşma doğru yanaşma deyil. Onu rəhmətli özü bir gün o yuxarıdakıların yuxusuna girib deyəcək ki, mən bunu belə nəzərdə tutmamışdım, buna əl vurmuyor. Mənim sözüm bitdi, siz buyurun danışın. Taksonomiyaya toxunduq, qiymətləndirməyə, bir də inteqrasiyaya. 3 sual elə bir ki, mütləq ki, bunu özləxəm. Mən həmişə dəstə bunu çalışdırıram. Niyə bullyingə daha çox kiçik yaşlılarda rast gəlinir? Bunun səbəbi nədir? Buyur. Çünki hazırdır Sıddıqa. Buyur. Bullyingə biz daha çox kiçik yaşlarda rast gəlinir. Fikrinlə razısınız? Buyur. 8-ci sinifdə qız şagirdim var idi. Bu oğlanlar çox vururdu. Qız. Bəli, anası biraz şiddətə meyilli uşaq idi. Və bir gün ona sual verdim ki, yol gedirdi. Mən Xaçmaza gedib gəlirəm hər gün üstündərsə. Mənlə yola qədər gəldi, sual verdim ki, sən niyə oğlanlara qarşı bu qədər aqressivsən? Ya, o başına gələn çox dəhşətli bir hadisəni danışdı. Yəni, həqiqətən çox pis bir bullying demək. Bullyingin müəyyən olunmasını
profilaktik söhbət aparaq. Bax, bullyingə kiçik yaşlarda rast gəlinir. Bax, bu fikir biraz doğru deyil. Biraz çaşdırıcı sualdır. Müsahibət də düşsə, bullyingə hər yerdə rast gələ bilərik. Ailədə, sosial şəbəkələrdə, gündəlik həyatımızda yetkin insanlar, biz də törədə də bilərik, rastlaşa da bilərik. Yəni, bunu biz deyə bilmərik. Amma adətən bullying məktəb mühitində, onu da müəllimə sağ olsun, düzgün izah verdi ki, bu kiçik yaşlarda insan öz hüquqlarını bilmir, özlərini müdafiə eləyə bilmir. Bunun nəticəsində daha çox belə deyək, məktəb mühitində bullyingə məruz qalır. Amma məsələn, müsahibədə sual versə, çaşdırıcı sual kimi qoysalar, bullyingə hər yerdə, təkcə kiçik yaşlarda yox, istənilən yaşda biz rastlaşa bilərik. Yaxşı, sonra bir maraqlı görək burada nə suallarımız var. Aha. Bu hansı rəhmətlik nəzəriyyəsidir? Ölən Nəzər Əhməd. Bax, rəhmətlik nəzəriyyəsində nə idi nəzəriyyənin adı? Sosial inkişaf nəzəriyyəsi. Bax, Vygotsky deyir ki, öyrənmə 3, birinci mövcud səviyyədir, yaxın inkişaf zonasıdır, yüksək səviyyə. Sualım bundan ibarətdir. Biz mövcud səviyyə nədir? Bax, indi bugün nə bilirəmsə, mənə heç kimi, məsələn, 2 üstə gəl ki, bunu mənə öyrətməyə ehtiyac yoxdur, bilirəm. Ki, bu 4 edir. Bax, yaxın, burada hansında müəllimin dəstəyi var? Hansı mərhələdə? İkinci və üçüncü mərhələdə. Bax, ikinci mərhələdə, birinci mərhələdə müəllimin dəstəyinə ehtiyac yoxdur. Yəni, onsuz da şagird mövcud bilik bacarıqlar var. İkinci və üçüncü səviyyədə müəllimin mütləq dəstəyi var. Bax, yaxın inkişaf zonasında o uşaq yeriməyə başlayanda ətrafından tuturuq. Bax, elə başa düşün ki, müəllim dəstək olur, uşağı öyrədir. Bəs nə zaman yüksək inkişaf, bu yüksək səviyyə dediyimiz əlçatmaz səviyyə nə zaman mövcud səviyyəyə çevrilə bilər? Əlçatmaz səviyyə nə zaman mövcud səviyyə ola bilər? Bunun üçün nə lazımdır? Əhsən. Bax, bunu da müsahibədə verərlər. Yüksək səviyyə müəyyən bir zamandan sonra, ola bilər 1 ildən, 2 ildən sonra, bax, buradan gəlirik. Bura çatandan sonra, bax, buradakı misal üçün, bugünkü gün körpə uşağa 2 vur 2 desəm bilməyəcək. Onun üçün yüksək səviyyədir. Bizim üçün hansı səviyyədir? Yəni, mövcud səviyyəmizdir. Bunun üçün bizə nə lazım oldu? Zaman. O uşaq böyüyəcək bir müddətdən sonra, inkişaf eləyəndən sonra yüksək inkişaf səviyyəsi mövcud səviyyə çevrilir. Bunun üçün də müəllimin dəstəyi mütləqdir. Yəni, ikinci və üçüncü səviyyədə müəllim dəstəyi hər zaman lazımdır. Var sualım? Sual yoxdur. Sertifikatları təqdim edərik. Yəqin ki, müəllimlərin də işləri çoxdur, istirahət günüdür. Şəkildə çəkəcəyik, sonra seminar qrupuna göndərəcəyik. Kim istəsə elə oradan götürər. Gəlin zəhmət olmasa. Canlı yayımı bağlaya bilərik artıq. Məncə bağlayaq. Dinlədiyiniz üçün çox sağ olun. Hər kəsə uğurlar. Bilirəm ki, çoxu gəlmədi, amma ürəyiniz buradaydı. Ümid edirəm ki, hər kəs üçün səmərəli oldu. Burada olan, orada olan hər kəsə uğurlar arzu edirik. Sağ olun. Ay Allah. Yəni, hələ siz sertifikatları verək. Buradan durun.